Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Allah'a min mərtəbə şükr ilə başlayıram bu günləri. 280-ci bölümü başlayırıq. Proqramın adını son günlərdə çevirdik, qoyduq. Beyin mühəndisliyinə qarşı əski türkcə kitablar. Və beləliklə o qonunu kamil açıqlayırıq ki, qonu nədir? Dünənləri, keçmiş cələsədə ya dünən Nəvainin, Həzrəti Nəvainin, Əlişir Nəvainin divanına baş vurduq və özünün də haqqında ChatGPT-dən suallar soruşduq. Bu divanın yazılması, Əlişir Nəvai bilirsiniz, bugünkü Əfqanistanda yerləşirmiş və Şahrux Teymurxanın oğlu Şahruxun dövründə yaşırmış, sonra onun nəvəsinin dövründə yaşayıbdı. 844 Hicri qəməridə doğulmuş bir şəxsdir, 906-da ölmüş bir şəxsdir. Kitabların ömrünün sonuna qədər yazıbdı. Yəni deyək ki, ömrünün son 20 ilin yazı yazmaqla keçirdibdi. Kitablarına oturub baxdıq və Sultan Hüseyn Bəhadur xan dövründə bu divanı yazıbdı. Gedək görək ki, çox sevdim əslində. Kitab İran məclisində saxlanır, amma bundan belə ki, kitabın oxumasını çox zor eləyiblər. PDF-də oxumasını çox zor eləyiblər. Amma ondan az da olsa oxuduq biraz oradan-buradan və ləzzət apardım. İnsafən ləzzət aparmalı bir kitabla tanış olduq. Tamam, bu gəldik, yetişdik, bunun adını qoyaq, Nəvai, çevirək ki, bəlli olsun yazmışıq. Nəvainin divanı. Da bəlli olmadığını yazırıq. Nəvai Həzrətlərinin divanı. Bu bizi beləsi. Gedək görək bu günləri şansımıza hangi kitab açılır və nə görsədir. Bu günləri bir kitabla qarşılaşmışıq. Müqəddəmətül Ədəb. Zəməxşəri olacaq bu. Mən elə büdürsü deyirəm, amma burada Zəməxşəhri belə yazıblar. Zəməxşəri olacaqdır. Bu, mən bunun ərəbcə yazdığı kitabın bəlkə 40 il bundan öncə oxumuşam mədrəsədə. Mədrəsə deyəndə, yəni Hozi Elmiyyədə oxumuşam. Kitabın hər günkü getdiyimiz yoldan kitabın əvvəl kiçiklədirik, PDF yerləşsin, səhvəmizə görək ki, bu kitabın kağız vəziyyəti necədir. Burada o iki görürük, burada 270 səhvə yazıblar PDF-də, amma nəzərə gələn kitab 2 səhvə qoyublar, bu cürsü vuranda görürük 2 səhvə qoyublar və İran məclisində saxlanır. Kitabın cırılmasını görürük, özəlliklə Şirazəsinin cırılmasını görürük, bu tərəflərdə köhnəlməsini görürük. İkinci səhvəni vuranda ki görürük, kitabın enin qoyublar 30 cm və boyun qoyublar, görək neçə cm qoyublar, boyun da 21 cm qoyublar. Yəni kitabın eni, hər səhvənin eni ya hər vərəqin eni 15 cm yarım ola bilər. Ya 15 cm yarımdır əslən. 31-ə yaxındır ona görə. Kitabın adını burada yazıbdır. Zahirən bu kitab bir yerdəymiş, kitabxana nə mənə düşübdür orası, ya qaşıyıblər, bəllidir, qaşınıbdır. Tərəqqi şumarəsi də 50 imiş. Bu bir ayrı kitabxana imiş. Oradan keçib gəlibdir İran
Milli Şura Məclisi kitabxanasına. Kitabın adını yazıb Müqəddəmətül Ədəb ba tərcümeyi Türki Usmani, yəni ərəbcəsidir, Türki Usmanlı ilə deyə Carullah Zəməxşəri. Carullah deməkləri buna görədir. Bu köçüb gedibdir Məkkə-i Mükərrəmənin yanında yaşayıbdır. Onun üçün də buna Carullah deyirlər. Allaha yaxın oturan, Allahın qonşusu. Car həmsaya deməkdir. Bazirəsi olmağını da görürük ki, bu hər halda sansurdan keçibdir, diri qalıbdır. Bir dənə də burada ayrı möhür görürük, oxuya bilmirik nədir. Tazaşdan yenə bir kağız kəsiblər, aşağıda bir ayrı yerə yapışdırıblar. Bu İranın getdiyi bir sistemdir də, yəni hər şeyə malikiyyət, hər şey mənim malikiyyətimdir. Özdə bu malikiyyəti, məsələn, bazirəsi, 2 dənə burada möhür görürük. Ondan sonra da kitabxananın adını böyük kağız görürük, yazıblar. Ondan sonra möhürlər görürük. Ondan sonra yenə kiçik kağız görürük. Yəni insanların heç bir şeyi yoxdur. Amma burada indi baxsaq, bir səfə, burada olsun 3, bu olsun bu 3, bu da elə həman səfədir. Tamam. 4 səhifəsi boşdur buracan PDF-in. 2 səhifə qoyubdur. Yəni desək ki, Müqəddəmətül, kitabın adı, Müqəddəmətül Ədəb, yazar Zəməxşəri, Carullahın da yazaq burada. İndi bu bir müqəddəmə yazıb zahirən, amma bu kitabın birinci səhifəsinə baxanda görürük ki, naqisdir. Yəni kitabın əvvəli yoxdur. Bəlkə bu ikinci cildidir. Yenə də burada dedim, bu İran məsələsi möhrün yenə bu səhifəyə basıbdır ki, biz hər şeyə biz sahib çıxmalıyıq da. Su geçib bu kitaba görürük. Eyni halda yenə də o məclisin qapısının əksin PDF-in arxasında görürük. Bu səbəb olur ki, biz bu mətni yaxşı oxuya bilməyək, görə bilməyək. Hədəf də budur. Yəni bu birisi səhifəyə gələndə görürük ki, kitabın ortası, yəni şirazəsi cırılıbdır, yapışdırıblar, neçə dəfə cırılıbdır, çürümağını görürük. Kitabın ortasında iplər hələ feylən davam gətirməyə çalışırlar, amma suyu görürük ki, kitaba çox keçibdir. Kitabın səhifə sayı 270-dir. 270 çarpı 2 eləyəcəkdir 540 səhifəsi var bu kitabın. Mən biraz sürətlə gedirəm. Burada lüğətləri görürük. Ərəbcə və türkcə lüğətdir. Bunları görürük. Burada müqəddəmədən xəbər yoxdur. Hər kəlmə ilə kəlmələr ya bir kəlmədir, ya iki kəlmə bir-birinə yapışıb bir anlamı istir görsəsin. Ona görə bunların arasına, yəni hər kəlmənin arasına, hər qavramla o birisi qavramın arasına bir qırmızı nöqtə qoyublar ki, bu ayrılsın. Ərəbcəsinin üstündə onun səsini qoyublar, erab qoyublar, amma türkcəsində qoymayıblar. Türkcədə biraz əyri yazıblar və ayrı qələmlə yazılıbdır, çox fərqli qələmdir o. Ehtimallər ərəbcəsini bir nəfər yazıbdır, sonra bir nəfər bunun türkcəsini yazıbdır, ona görə 2 qələmdir və 2 fərqli səbkidə yazılıbdır. 2 dil olduğu üçün hətta. Bəlkə elə bunu əvvəldə nəzərə alınıb, bu 2 dildir. 2 dil olduğu üçün birin belə, birin belə. Ərəbcəni elə bilərdi ki, çünki din dilidir, daha gözəl yazaq, çünki din dilidir. Din də ərzişli olduğu üçün ərzişlidir. O birisi dil, din dili deyil, o qədər ərzişli gəlməz nəzərlərinə. Bəlkə bu sistemə görə yazıblar və mən buna çox deyə bilirəm ki, bunu yazıblar. Amma kitabın müqəddəməsi yoxdur. Buracan o şeyi ki, mən görürəm, kitabı hızla səfərlirəm ki, görək nələr vardı.
onları görək. Kitabın içi çox gözəl qalıbdır. Əslində xətti, ərəbcəsi çox gözəldir. Dediyim kimi türkcəsi həm çox kiçik yazıblar, zərif, həm də əyri-üyrü yazıblar kəlmələrin altında ya üstündə. Altındadır normalda. Bunu əgər diqqət eləyəndə belə görsəniz. Amma bu əgər o amblem deyirlər, nə möhür deyirlər, onu əgər salmasaymışlar bu kitabın arxasına ki, yəni biz varıq deyə hər yerdə varıq, o dahi kitab gözəl olarmış. İnsafən çox gözəl xətti var bu kitabın. Bu kitabın gəldik sonuna yetişdik. Lüğətdir. Bu Müqəddəmətül Ədəbin özü deyil əslində. Bu Müqəddəmətül Ədəbin özü deyil. Mən lüğətdə əlim olmadığı üçün qeydirəm əvvəlinə. Bunun əlbəttə Zəməxşərini çox rahatca tarixini tapa bilirik. Hangi tarixdə yazılıbdır? Bunu yazaq burada. Carullah Zəməxşəri deyə yazsaq, kimdir tarixləri qəməri yaz və türkcə yaz. Görək ki, bu farsça yazmasın bizə. Carullah Zəməxşəri, Əbülqasım Məhmud ibn Ömər-i Zəməxşəri. İslam dünyasının önəmli alimlərindən ədib, lüğətçi və təfsirçisidir. Kimdir? Carullah Zəməxşəri Xarəzm diyarının, Xarəzm Türkiyə, yəni bilirsiniz. Diqqət buyursaz görəcəksiniz ki, geçmişdə türklər çox alim veriblər toplumlara. Carullah Zəməxşəri Xarəzm diyarının Zəməxşəri adlı şəhərində doğulmuşdur. O, ərəb dili və bəlağəti, nəhv, yəni qramer, dil və Qur'an, lüğət və Qur'an təfsirində çox böyük məqam qazanmışdır. Məkkəyə uzun müddət yaşamaq üçün Carullah, Məkkədə olacaqdır bu, Məkkəyə uzun müddət yaşamaq üçün Carullah Allahının həmsayəsi ləqəbini almışdır. Məzhəbcə mütəzilidir. Mütəzili deyəndə şəriət deyil. Bu düşüncə formətidir. İndi bunu da soruşaram ki, mütəzilinin o birislərlə nə fərqi vardı, ya İslam dünyasında neçə cürə düşüncə forməti vardı, ya anlayış forməti vardı, bunu bizə deyər. Məzhəbcə mütəzilidir. Bu səbəblə belə elmi qutu və dil bilimi, elmi qutu və bil dilimi saydığında sünni alimlərdə onun əsərlərini çox istifadə etmişlər. Qəməri tarixi doğumu 467 hicridə. İndi istəyirik bunun yavaş-yavaş kitabının doğum 467 hicri qəməri və vəfatı 538. Vəfat 538 hicri qəməri kimi. Bu kitabları bu arada yazıb, yəni bu illərdə yazıb. Deyək ki, 500-dən sonra yazmış olsa, yəni 33 yaşından başlasa, əslində bu adam 33, bu da 38, deyək ki, 72 il, 70 bu hududda yaşayıbdır. Ömrünün yarısından başlasa, ya hətta 50 yaşından başlasa, yəni deyək ki, 510-15-dən başlasa belə kitabları yazsa, yenə də bu 900 ilə müadil olar. Yəni mən görək kitabların arasında burada yazaq. Kitab
kitapların yazma tarihi bəlli midir? O buna cevap verincə biz gedək buradan biraz oxuyaq. Önəmli əsərləri Əl-Kaşifu ən həqaiqi qəvamüzü tənzil. Quranda o çətin şeylər ki vardı, onları istir açıqlaşın ki, niyə bu çətindir? Quran təfsirləri arasında bəlağət və dil baxımından çox məşhurdur. Əsas və əsasul bəlağa. İkinci kitabın adı Ərəbcə lüğət və bəlağət kitabıdır. Əl-Mufassili fil-Nəhv ya Əl-Mufassili fil-Nəhv Ərəb nəhv elmində əsas kitablardan biridir. Müqəddəmətül ədəb o kitab ki biz indi burada oxuyuruq. Ərəbcə, farsi, türki lüğət üzrə mühüm əsər. Amma biz burada görürük ki, türkçəsi var, farsçası yoxdur. Bu hardan bunu yazdı, bura izafə elədi, onu görmürük. Əhəmmiyyəti. Ərəb dili bilimində məktəb yaratan alimlərdən sayılır. Osmanlı və İslam mədrəsələrində əsərləri əsrlərcə, əsri burada əsir mənasına, tutqun mənasına tutubdur. Əsr mənasına tutmayıbdır, çünki sin ilə yazıbdır. Əsrlərcə dərs kitabı olmuşdur. Türkcənin qədim lüğət tarixini araşdıranlar üçün daha çox dəyərlidir. İstəsən Əl-Kəşşaf kitabının elmi yönünü, ya Zəməxşərinin mütəzili fikirlərini, Quran təfsirinə necə baxdığını da açıqlaya bilərəm. İslam dünyasında mütəzilidən başqa daha hangi fəlsəfi baxışlar var? Onların arasında olan fərqlər və ayrılıqlar nələrdirlər? Bunu da yazaq görək ki, bizə bir məlumat versin. Hər halda bu günləri çox lüğət oxumayacağıq, laqəl bunları öyrənək biraz. Qismən yazdıq ki, kitabların yazma tarixi bəlli midir? Yazdı ki, qismən bəli. Carullah Zəməxşərinin bəzi kitablarının yazılma tarixləri məlumdur. Bəzilərinin isə yalnız yaşadığı dövr və tərtibini bilərək bilirik. Qəməricə bildiklərimi Tülcə yazıram. Tülcə deməkdir, bilməm. Tolicə olacaq ehtimalən yazıram. Zəməxşərinin kitablarının yazılma tarixləri. Əl-Kəşşaf ən həqaiq qəvamüzü tənzil yazılma tarixi təqribən 526-528 hicri. Mən dedim ki, 10-15-dən başlayaq. Bu, əgər indi diqqət eləyək kitablara, oradan bəlli olsun hangi ildə başlayıbdır. Normalda 40-dan yuxarı gərək yaş ola, o zamanlar insanlar o zamanlar girirdilər yazmağa. Yer, Məkkə. Bu əsər müqəddəməsində müəllif Məkkədə olduğunu və uzun müddət bu karla məşğul olduğunu işarə edir. Əsasul bəlağa kitabı yazılma tarixi dəqiq il məlum deyil, ili bəlli deyil. Təxminən 510 ila 520 illər arası, hicri illər arası yazılır. Lüğət və bəlağətdə Poxteci dövrünə aid əsərdir. Yəni bu zaman Poxtecini niyə burada yazıbdır? Bu zaman yetişib ora ki, bu adam güc sahibidir. Əl-Müfəssili fil-Nəhv yazılma tarixi dəqiq olaraq bəlli deyil. Təxminən 500 ilə 510 arasındadır. Yəni 33 yaşında, 35 yaşında. Cavanlıq dövrünün sonlarına ya da elmi olğunluğunun başlarına düşür. Olğunluq yetişmək,
ona deyilir. Müqəddəmətül ədəb. Bu kitab ki biz oxuruq indi bu. Deyir ki, yazılma tarixi təqribən 505 Hicriyə gəlir. Bu kitab Xarəzmşah dərbarına təqdim olunmuşdur. Ərəbcə, farsi, türkcə sözlük olduğu üçün türkoloji baxımından çox mühümdür. Bəs bu kitabın tarixi yazılma tarixi 505 Hicri. İndi bunu istəyək deyək ki, neçə il bundan öncə yazılıbdır. Bu çox önəmlidir. İndi 1447-ci il deyirik. Ondan çıxsaq 505 ili çıxsaq 942 il öncə bu kitab yazılıbdır. Tamam. İndi biz bu şeydən bir dənə də ayrı sual soruşduq. Ümumi nəticə Zəməxşərinin əsərləri 500 ilə 530 Hicri arasında yazıldığı qəbul edilir. Əl-Kəşşaf onun elmi həyatının ouc nöqtəsi sayılır. İstəsən bu tarixlərin yazma nüsxələrində necə qayda olunduğunu ya da Osmanlı mədrəsələrində hangi əsərin neçə əsr dərs oxunduğunu da açıqlaya bilərəm. Amma mən yazdığım sual nə idi? İslam dünyasında Mü'təzilidən başqa daha hangi fəlsəfi baxışlar var? Onların arasında olan fərqi və ayrılıqlar nələrdir? Çox gözəl və dərin sual. İslam dünyasında Mü'təzilidən başqa bir çox kəlami, fəlsəfi baxış məktəb deyirlər. Buna var. Onların fərqləri əsasən əql-nəql rabitəsidir. Əql, insanın əqli ki, toplumdan gəlir və nəql, hədis və Quran. Buna nəql deyilir. İlahi sıfatlar, bir də Allahın sıfatlarına necə baxırlar? Məsələn, Allah cəbbardır ya yox? Allah vacibül vücuddur ya yox? Allah mehribandır ya yox? Allah intiqamçıdır ya yox? Məsələn, bunlar Allahın sifətləridir. Qədər ixtiyar. Qədər, məsələn, qədərimiz budur ki, mən hər nə ki yaşayıram, bu qəza və qədərdir. Qədər, yəni əvvəldə yazılıbdır ki, mən belə yaşayam. Kətdə doğulam, dədəm nənəm filan kəs olsun, kətdə doğulam, filan ailədə, filan vəziyyət iqtisadda doğulam. Bir belə il orada kətdə yaşayam, sonra filan mərisliqləri tutam, sonra gələm məsələn şəhərdə bu işləri görəm, bu işlərə gedəm, oradan məsələn bu sinnidə dərsə başlayam, bu sinnidə filan olam, bəhman olam, belə. Yəni şikəncə olam, zindana düşəm, azad olam, qaçqında yaşayam, vətənin odunda yanam. Əcəba bunlar qədərdir, yazılıbdır. O əvvəldə qədər ölçü deməkdir əslində. Yəni ölçülübdür qəblən bunları. Bizim keçmişdə biz olmamışdan milyardılar il öncə Allah bunları deyibdir ki, tamam İnsaf Əli filan il doğulacaqdır bu cürdə. Yəni il bizim baxışımızla da beləsi olacaqdır. Əcəba beləsi bir şeydir. İxtiyar da budur ki, əcəba biz seçirik hər şeyi, yoxsa seçdiyimiz bizim nəzərimizə seçirik, amma əslində qədəri seçirik. Yəni qədərdən sonra ayrı bir şeyi seçmək haqqımız yoxdur. Yazını seçirik, alnımızın yazısını seçirik. İman və əqlin həddi. İman nə qədər, əql nə qədər. Bunların bizim yaşamımızda nə qədər yerləri var. Bu məsələlərdə deyir fərqləri var. Belə fərqli düşünürlər. Üzərinə qurulub. Ehtimalen bu türkçə yazdığı sistemli olaraq yazıram. İslamda önəmli fəlsəfi kəlami məktəblər. Mü'təzilə. Mərkəz əqlidir bu dildə. Bu məktəbdə, fəlsəfə məktəbində, Mü'təzilədə insanın o düşüncə sahibi olanın düşüncəsinin mərkəzində əql yer tapır. Usulu 5 dənə usulu var. Nədir? Deyir ki, tohid.
Sıfatlarda tənziyə. Allah bəzi sıfatları daşımaz. Ədl ki, bu şeyə də gəlib da, bilirsiniz, şiəliğə giribdir bu. Şiəliq ədli usuldan fərq edir. Ədl, insan azaddır. Azad deyəndə yenə ixtiyarı var. Vəd və vəid. Qorxutmaq və vədə vermək. Qorxutmaq və imtiyaz vermək, rüşvət vermək, vəid beləsi. Vəd və vəid. Mənzilətü beynəl mənzilin. Mənzilətun beynəl mənzilin. Mənzilətin. İki yolun arasında biz bir geçmişimiz vardı, bir də gələcəyimiz vardı. Ortada bu dünya bir müvəqqət evdir. Əmr bi məruf, bu da əmr bi mərufdur. Bunun əsli mərkəzləri budur. Amma nədir? Bunun özəlliyi nədir? Əql nəqlidən öncə gəlir. Əql Qurandan və hədisdən öncə gəlir. Quran məxluqdur. Quran Allah bunu xəlq eləyibdir. Daimi Allahdan, Allahla bir yox idi. Allah insanı necə xəlq eləyib deyir, onu da xəlq eləyib. İnsan əfalında azaddır. İnsan işlərində azaddır ki, seçsin. Mən bu işi görüm, görməyim, xiyanət eləyim, eləyim, eləməyim, bu adamla yaşayayım, yaşamayayım, burada yaşayayım, yaşamayayım, köçüm, köçməyim, filan şey dərsi oxuyayım, oxumayayım, filan yerə gedim, getməyim, filan kəslə gəlged eləyim, eləməyim, filan dini qəbul eləyim, eləməyim, filan cürə yaşayayım, yaşamayayım, filan şeylə, filan yolundan rizq-ruzumu qazanım, ya ayrı yolundan, bu insanın deyir, ixtiyarıdır. Azadlığı var. İkinci məktəb nədir? Əşəridir. Bunun da mərkəzi nəqlidir. Hədis. Məhdud əqli. Çox azca da əqli qəbul edir. Qurucusu Əbülhəsən Əşəridir. Əlbəttə o üstəkinin için demədi ki, kimdir bunun qurucusu? Mötəzilənin qurucusunu demədi. Calibdir. Əbülhəsən Əşəri. İndi mən bunu sonra yazaram. Bu da calibdir. Çünki istəyirəm bunu bunlar görək ki, türkdülər yoxsa deyirlər. Bu da mənə calib gəlir. İndi bu Əbülhəsən Əşəri ki, nəqlə, hədisə çox mötəqiddir, Qurana mötəqiddir, ta əqlə. Bu nə deyir? Deyir, əql nəqlə xidmət edər. Normalda İslam tarixində belə baxıblar. Əql nəqlin xidmətində olubdur. Quranda bir ayə varsa, əqllə çalışıblar ki, onu əql üzünə görsədələr. Fəlsəfə budur. Yəni, dünyada fəlsəfə bundan ötürü yaranır. Hətta bu gün də fəlsəfəçi yaranır. Hətmən bir gücü ya bir şeyi mənfəətli görsətməyə çalışır. Quran qədimdir. O dedi ki, xəlq olubdur. Bu deyir ki, Quran qədimdir. Allahla bir var idilər. İnsan feillərində kəsbi var. Nə azad, tam azad, nə də məcbur. Deyir ki, insan o işlər iş görür, o yollar iki seçir yaşam üçün, yaşamında seçdiği yollar, birazında azadlığı var, birazında məcburdur. Amma nə azaddır kamil, nə də kamil məcburdur. Burada mən də buna şeyəm, əlbəttə mən çox icbara çox üstünlük verirəm. Çünki biz toplumun icbarında qalırıq, zorunda qalırıq. Yəni biz zor altında yaşayırıq əslində. Toplumdur ki, qanunu, zoru, pulu, gücü ilə bizi dizə gətirir. Əşəriyyə, Mü'təziliyyə, Rəddiyyə kimi doğulub. Əşəri məzhəbi Mü'təzilənin qarşısında onu rədd eləmək üçün düzəlibdir. Üçüncü fəlsəfə fikri Maturidiyyədir. Maturidiyyə yəni əslində iradə deməkdir deyirəm mən. Mən görək indi bu nə gəlir. Mərkəz əqlidir. Nəqllə təvazunu var. Əql və əlavəyi nəql. Bu gəldi bu ikisinin arasında bir şey yaratdı. Nə mütləq əql, nə də ki nəql, bəlkə ikisinin arasında bir taraziyə qoydu. Amma hangisi ağırdır, hangisi yüngüldür? Üstəki Əşəri rəhmətlik deyir ki, əql azdır. Əql bir kilodur, nəql bir batmandır. Düz də deyir, məncə indi feylən
İslam dünyasına baxanda görürük ki, şəriyyat, yəni mollalar yazdıqları şəriyyat, fəlsəfiyyat, düşüncədən milyonlar qat çoxdur. O baxımdan da hətta baxanda, düzdür, o baxımdan demir. Mən istədim o həcmi kitablar ki, burada yazılıb, orada yazılıb, onu da bir diqqətə gətirəm. Qurucusu Əbu Mənsur Maturididir. Əslən bu adam məşhur olub Maturid, o şey ki, iradə elirsən. Turid iradə elirdin, yox ha, idarə elirsən gələcəkdə. Vicəciləri, özəllikləri nədir? Əql, bir əsli əqlidir. İkinci, hüsn, qub. Yaxçılıq və pislik də var bunun yanında. Əqlin yanında insanlar bir toplumda əlbəttə bu yaxçılıq, pisliği toplum verir insana ki, nə yaxçıdır, nə pisdir. Bunu toplum verir və toplum içində də bu hüsn-ü qub dəyişilir. Zaman içində, mənfəətlərə görə, toplumun toplumsal ruhuna görə bu hüsn-ü qub dəyişir. Məsələn, indi oğurluq, rüşvət, ixtilas, fahişəlik, insanların malın əlindən çıxartmaq, məsələn, qübhün əldən gedibdir. Yəni, bu pis deyil indi. Hətta hüsn hesab olur. Yəni, adam zirəkdir. Və bilə bilir. İkinci, iman, təsdiq qəlbi. Bu, Maturid də deyir ki, iman qəlbinə təsdiq eləyəcəksən. Eşikdə yox. Əqlinə yox, qəlbinə. İnsan ixtiyar sahibidir. Bu deyir ki, insan seçər. Məncə, insan seçə bilməz. Osmanlı və Türk dünyası əsasən Maturididir. Düz deyir. Burası Türk dünyası iradəyə çox şey verirdi. Əhəmiyyət verirdi. Dördüncü fəlsəfi düşüncə İslamda məktəb əhl-i hədis, Hənbəli, İmam Hənbəlinin yolunu gedəcək ehtimalən xəttidir. Mərkəzi bunun nəqlidir, hədis. Vicəciləri, əql la təvilə ziddir. Əql la təvilə zidd. Əql bilmədim bunun mənasını. Yəni, özümdən deməyim ona görə. Onları bilirdim, bunu bilmirəm. Sifatlar nəsla qəbul edilir. Quranda əgər bir sifati Allaha görə gəlibdir, o qəbul olur. Bila keyf, nəcürlüğünə baxmayacaq. Allah cəbbardır, Allah müntəqimdir, intiqam alandır, Allah nə bilim, əli var. Bunları deyir ki, qəbul edəcək. Quran qədimdir. Mötəqidlər ki, Quranda Allahla bir var imiş. Yəni, sonra Allah bunu Peyğəmbərə göndərməyib Həzrət Məhəmmədə. Əvvəldən var idi, sonra Məhəmməd Həzrətləri sallallahu aleyhi və səlləm dünyaya gələndən sonra, o da bir sinnə yetişəndən sonra Quran onu gəldi. Bədha sələfiyyə və vəhhabiyyət bu xəttdən çıxdı. Deyir ki, bu Hənbəli məzhəbindən sələfilər və vəhhabilər ortaya çıxıblar. Beşincisi, fəlsəfə-i İslam filsufləri, nümayəndələri Farabi, İbn Sina, İbn Rüşd. İbn Rüşd bugünkü Andalos dedikləri yerdən qalxıbdır, diqqət buyurumuna. İbn Sina və Farabi türkdülər. Əgər səhv eləmirəm, Farabi də türkdür. İndi bunları da yenə soruşa bilirik. Bunların özəllikləri nədir? Bunlar Yunan fəlsəfəsi, Ərəstu əsaslı fəlsəfə ilə gediblər. Ərəstudan öncə 10 dana da ayrı məktəb ya 11 dana da ayrı məktəb var Yunanda. Amma bunlar Ərəstunu seçiblər. Bunu fəlsəfə tarixində oxumuşuq biz Hozey Elmiyyədə. Əql vəhyidən üstündə dura bilir. Əql vəhyidən üstündə dura bilir. Əql vəhyidən üstün. Vəhy yəni Qurandan üstündür. Belə düşünürmüşlər. Məncə bunlar ağıllıymışlar. Çünki Quranın özündə də bunu deyir ki, əqlidir. Aləm qədimdir fikrini savunarlar var. Bunların da içində bəziləri var ki, deyirlər aləm, yəni bu yaradıcıq qədimdir. Yəni Allahla bir zamanda. Allah neçə ki var, bu da var. Ola bilməz Allah bekar qalsın. Allah
Allah məsələn bir zaman işi tətil edib sonra başlamaz. Məsələn o Məsihiyyətdə, Toratda vardı ki, Allah məsələn durdu, ha zaman durdu. Məsələn elə bir yuxudan durub məsələn. İşə gedəcəkdi. Yadından çıxıbdı məsələn bir neçə milyard il yatıbdı ya da yox imiş ya sonra birdən-birə durubdu. Gedibdi məsələn dünyanı 6 gün içində yaradıbdı. Cuma günü də gedib yatıbdı məsələn. Dördüncü özəlliyi kəlamçılarla şədidən çatışmaları var. Üstdəki məzhəblərin bəzilərinin. Altıncı məktəb ki, İslam dünyasında var, işraqiyyə, hikmətül işraq, söhrəvərdi. Bunun özəllikləri əql, şuhud, nuri fəlsəfi. Zahirən mən bunu bu son zamanlarda bir yerdə oxurdum, hətta bu ChatGPT-də oxurdum, yazmışdı ki, bu İslam-ı Xusrəvanidən gəlmə bir şeydir. Yəni İslamdan deyil. Bu nur və zülmət sözü İran-ı Bağıstandan gəlir, nə bilim, oradan gəlir və bu oradan alıbdır, onu yazıbdır. Amma Quranda nur sözü yüzlər dəfə təkrar olunur. Allahu nurus səmavati vəl ərz. Allah özü şəxsən yerlərlə göylərin işığıdır. Yəni nədən müsəlman bir adam bunu qoyub getsin məsələn Xosrəvanidən gətirsin? Məncə bu şey deyil. Həqiqət nurla birlənir, bəlirlənir ehtimalən. Fəlsəfə təsəvvüflə əl-ələ versələr bir yerə yetişər. 7-ci məktəb ki, İslamda deyir vardı, təsəvvüf irfandır. O nədir? Qəlb və təcrübə. İnsanın qəlbi və təcrübəsi. Nədir? Burada da özəllikləri əql məhduddur, əqlin çıxarı bir qiddardır. Məncə də bu cürdür. Əql zaman içində gəlişir də. Yəni, həm zaman içində gəlişir, həm toplum içində gəlişir və o topluma bağlı gəlişir. Yəni, məsələn, Almandakı filosofla İrandakı filosofun yerlə göycə fərqi var. Toplum fərqi var, zaman fərqi var. Məsələn, Ərəstu ilə filosoflar, indiki filosofların çox fərqi var. Çünki zaman fərqi var. Əqlin gəlişmə fərqi var. Çünki əql elminlə, elm getdikcə yuxarıya, əql də gedir yuxarıya. Həqiqət hal və kəşf ilə bilinir. Həqiqət nə cür bilərik ki, bir şey həqiqətdir, həqiqət deyil. Deyir ki, o halıyla, insanın halı və o da kəşf-i şuhud, içəri ilə, adamın içindən bəlli olar. Vəhdət-i vücud. Dünyada heç zat ayrı deyil. Hamısı, hər dağ, daş, su, quşlar, heyvanlar, hamısı bir vücuddur. Bunlar ayrı-ayrı deyirlər. Eşq ilahi Allahın eşqidir o da. Fəlsəfə və kəlamdan fərqli yol. Bu da fəlsəfə ilə kəlamdan biraz izah yol tutubdur. Burada aşağıda cədvəl yazıbdır. O cədvəldə şey olubdur, deyibdir. İndi yazıq ki, bu məktəblərin yaradanları kimdirlər və haralı doğumludurlar. Görək ki, nə deyir buna? İndi məktəbləri yaradan, sistemləşdirən şəxsiyyətlər və onların doğum yerləri ilə türkcə və qıssa açıq biçimdə verirəm. İslami, kəlam və fəlsəfi məktəblər, qurucular və doğumları. Mütəzilə, sistemləşdirən Vasil ibn Əta, addan bəllidir ki, ərəb olacaqdır. Doğumu Bəsrə, bugünkü Əraqda yerləşən bir şey. Qədim Əraq yox idi, Əraq taza bir addır, dostlar. Bu ki, biz indi deyirik Əraq, Ərağı Ərəb, Ərağı Əcəm, bu bir balaca yerdir. İndi bu Əraq sözü Osmanlı dağılandan sonra yaranan bir İran kimi. İran, Əraq, Suriyə, Libi, Sudan, Somali, Misr, Ərəbistan-ı Suudi, Ordon, nə bilim, İmarat, hər yer. Bunlar taza adlardır. Bunlar Osmanlı dağılandan sonra yaranan siyasi varlıqlardır adlarıdır. Torpaq adı deyil. Vasil ibn Əta doğumu Bəsrədə doğulubdur. Qəməri ili
Hicrətin 80-ci ilində doğulubdur. Calibdir, İslamın əvvəllərində bir məktəb çıxıbdı ağıl üstünə. Diqqət buyurun. Burada görsənir ki, İslamın əvvəlində şəriət yoxdur, əqliyyat hakimdir. Çünki Quran özü əqliyyata gedir. İçində şəriatı da çox az deyildi. Bunu deyim ki, çox azdır əlbəttə. Quran əslində əqliyyat üzərinədir. Əqliyyat üzərində olduğu üçün İslamın içində əhkam ki vardı, toplumsal əhkam, ibadi əhkam zaman və şəraitə görə dəyişir. Yəni əql dəyişdikcə, əqlin müqtəzasıca Quran dəyişir. Mən buna inanıram. Amma o zaman ki yavaş-yavaş bir 100 il, 150 il, 200 il, 300 il geçir və yavaş-yavaş bu din mollaları çıxırlar ortaya. Həzrət İmam Cəfəri Sadıq çıxır, bu filsuf deyil, bu din mollasıdır. Hənbəli və o birisi imamlar çıxırlar. Bu 4-5 imam ki ortaya çıxır, bunların çıxmağı ilə əql dalı oturur. Amma onların dövründə əqli çox güclüdür. Ta yavaş-yavaş bu mollalar gücləndikcə fətva verdi, Allahın tərəfindən fətva verdiklərine görə güclənirlər. O güclənən zaman ağıl dalıya gedir İslam dünyasında və küllən həsf olur. Bunu bir bəhanə axtarırlar, bağlılar. İndi adı yadıma düşər deyərəm. Vəfatı 131-də olubdur. Mötəzilə Bəsrə məktəbi kimi başladı. Əslində əvvəlində buna deyirlər Bəsrəlilər. Sonra Bəğdad və Xorasanda genişildi. Xorasan deyəndə İrandakı Xorasan deyil. Bugünkü İranda olan Xorasan deyil. Xorasan çox böyük Türk dünyasına Xorasan deyirlər deyək. Beləsi desəm daha rahat olar. Çin və Hindistana qarşı Xorasan var. Əşəri. Əvvəl Mötəzilədir. 80 il, 80 il Həzrət Məhəmmədin hicrətindən sonra. Yəni 70 il Həzrət Məhəmmədin vəfatından sonra bu adam doğulubdur. 131-də də Allahın rəhmətinə gedib. Deyək ki, bu adam ömrünün 31 ilin yəni yox, orada 20 yaş olar. Deyək ki, məsələn, bu 40 ilin orada qoysa, bu 50 il yaşayıbdır, 51 il yaşayıbdır. Deyək, 10 il zat ömrün qoyubdur, məsələn, Mötəzilənin üstünə. İkinci məzhəb Əşəri. Əbulhəsən Əli ibn İsmail Əl-Əşəri. Doğumu, bu da Bəsrədir. Bu 260 il sonra doğulubdur. Diqqət buyurun, imamların dövründə doğulubdur. Yəni hədis dövrəsində doğulubdur. Əql dövrəsində doğulmayıbdır. O adam təqribən desək ki, İslamın birinci nəsli yox, ikinci nəslində doğulubdur. İslam 2-3 yerə bölünür da nəsilləri. Bir Həzrət Məhəmmədi özüdür və əshablarıdır. Buna deyirlər ki, Həzrət Məhəmməd Allah rəhmətinə gedəndən sonra bunun əshabları qalırlar ki, xəlifələr onlardandır və yəni bir iddə əshablar qalırlar da. İmam Hüseynə can bir iddəsi qalır məsələn o zamana. İkinci bu əshabların balalarıdır. Yəni əshablar ki, peyğəmbərlə yaşayıblar, onlardan bunlar olanlar peyğəmbəri görməyiblər, amma peyğəmbərin əshablarını görüblər. Bu da ikinci nəsl olaraq beləsi nəsli, nəinki doğma nəsli yox. Üçüncü nəsl olardılar ki, bunları da görməyiblər. Bu indi Əşərilər o üçüncü nəsildəndir ki, səhabəni də görməyibdir. Səhabənin balalarını da görməyibdir nəsl olaraq. Yəni onlar da məsələn bir 80 yaşlılar, məsələn 100 yaxşı bunların da bir 100 yaş qoyaq, belə yap çox yaşasalar 100 yaş. Həzrət Məhəmməddən deyək ki 130 il sonra məsələn bunlar qutarar nəsli. Yap belə uzun yaşasalar. Amma bu adam 260 il sonra olubdur. Bəli o Mötəzilə Vasil ibn Əta dediyi adam səhabəni görər, amma ciddi görməz. Yəni ola bilər məsələn görsün bir nəfər ki, məsələn 100 yaşı var. Amma çox zor məsələn bundan bir şey anlaya bilər. Yəni imkansızdır.
Amma bu adam əslən imkanı yoxdur ki, onların dövrün iyini də, onların iyisini də ala bilməz. Yəni bu şər'i, əşəriyyə, şəriyyatın üstünə gedən. Maturidi qurucusu haralıdır? Əbu Mənsur Məhəmməd ibn Muhammed Əl-Maturidi. Məhəmmədin oğlu, elə adı da Məhəmməddir, Maturididir. Doğumu Səmərqənd, türkcədir. Maturid məhəlləsində. Məhəllə adıymış bu, şey deyilmiş. Ehtimalən Maturid də deyil, bu ərəbcə deyil. Mən deyirəm ki, bu ərəbcədir. Ehtimalən bu bir ayrı cür dildə səs verəcək, amma mən bunun səsini bilmirəm. Maturid oxumuşam mən, ərəb kitablarında Maturid oxumuşam. Bu 238 il də doğulubdur. Yəni şeydən qabaq doğulubdur. Əşəridən qabaq doğulubdur. Heç olmasa bir 22 il Əşəridən qabaq doğulduğu üçün yenə bu biraz ağıllıdır. Qəməri ili 238-də doğulub, vəfatı 333-də olubdur. Bunun da hətta ölümü də bu şeydən uzundur. Yəni uzun yaşayıb bu adam. Deyək ki 38 burada üst-üstə deyək ki 95 il zat ömr eləyibdir. Türk Türk Mavərəünnəhr hövzəsinin əql-i nəql təvazünlü məktəbinə bu şey qoyubdur. Görürsünüz ki, bir dənə türk ərəblər əvvəldə, İslamın əvvəlində ağıl üzünə hərəkət ediblər. Sonra ərəblərin içində əşəri çıxıbdır, Mü'təziliyə qarşı. Dedim, bu imamların dövründədir. İndi deyərəm, buna bir cədvəl verər, bizə görərik ki, imamların dövründə bunlarla bərabər bir şey eləsin. Əhl-i hədis, Hənbəli xətti, Hənbəli yolu, xətt deyəndə yol. Fiqhi və etiqadi rəhbər. Kimdir? Fiqhi və etiqadi. Yəni bunlar çox fiqhə gedirlər də, adı əhl-i hədisdirlər. Bunlar Qur'ana da əhəmiyyət vermirlər. Deyirlər, Qur'anı istəyək düşünək, hədislə düşünək. Hədisi kim deyibdir? Yalanı çoxdur içində. Fiqhi və etiqadi rəhbəri Əhməd ibn Həmbəldir. Ehtimalən elə həman Allah rəhmət eləsin, Həmbəli məzhəbinin rəisidir. Doğumu Bəğdad, ərəbdir. Qəməri ildə 164-də doğulubdur. Yəni şey öləndə Mü'təzilənin Vasil ibn Əta öləndə ölübdür, bu doğulubdur. Yəni çox sonra. Bir 30 il sonra məsələn doğulubdur. Vəfatı 241-dədir. Yəni bu adamın ömrü çatmaz, görsün. Bu da yenə fiqhi və etiqadi şeydir. Yəni düşüncə əqlidən çıxıbdır. Yəni Qurandan çıxıbdır qırağa. Səlfiyyə və bədha və Vəhhabiyyət bu xəttdən, bu yoldan qaynaqlanırlar. İslam fəlsəfəsi, fəlasəfəsi, Məşşai məktəbi. Məşşai məktəbi, burada da 2-3 dənə məktəb vardır. Sistemləşdirən Əbu Nəsr Farabidir. Doğumu Farab, Türkistan, Qəzzağistan. Qəməri 259-da doğulubdur. Diqqət buyurun, təqribən diqqət eləsəz, İslamın o Öməvilər qutarıb da Əbbasi dövründə fikir danışıqlarını görürsünüz. Bir-birləri ilə çatışmaya girirlər. Birincisi Öməvi dövrü ola bilər. Yəni Mü'təzilə. Öməvi dövrəsində ola bilər. Öməvi dövrəsindən sonra fikirlər bir-birinə qarşı gəlib toplumda fikri cərəyanları görür. Sistemləşdirən Əbu Nəsr Farabidir. Doğumu Farab, Türkistan, Qəzzağistanda doğulubdur. Bugünkü Qəzzağistan. Qabaqcan Türkistan idi, indi Türkistan deyilir. 2 ildir Türkistan deyilir. Qəməri 259-cu ildə doğulubdur. Yəni əgər diqqət eləsəz, bu Maturidlə ki, o da Səmərqəndili idi, türk idi, onunla bir zamanda təqribən gəlibdir. Ha belə Əşəri ilə bir zamanda doğumları bir zamana düşür, bunlar o zamana düşürlər. 339-da da ölübdür. Bu adam
40 il orada, 41 il oradan, 40 ildə 39 ildə buradan. Deyək 40 il 40 ildə, yəni 80 il bu adam Farabi ömr eləyibdi. Uzun ömr eləyənlərdən biridir. Fəlsəfə dünyasında uzun ömr eləyənlərdən biridir. Yunan fəlsəfəsini İslami fikirlə birləşdirən ilk böyük sistemçidir. İbn Sina məktəbi. Əbu Əli Hüseyn ibn Abdullah ibn Sina. Doğumu Əfşənə, Buxara. Buxaranın yaxınındadır, özündə deyil. Türkdür. Qəməri il 370-də doğulubdur. Yəni Farabinin ölümündən 40 il sonra, 30 il sonra doğulubdur. Vəfatı 428-dədir. Bu da çox ömr eləməyibdir. Filsuflar çox ömr eləməzlər. Mən təəccüb elədim ki, nə cür Allah rəhmət eləsin, Allah ruhların hamısını şad eləsin. Əbu Nəsr Farabi nə cür 90 ildən çox ömr eləyibdir. Bu adam 30 il orada, 28 il burada, 58 il ömr eləyibdir. Əbu Əli Sina. Əlbəttə bunun qardaşı da çox mühümdür, amma biz qardaşını nədən isə qoymayıblar tanıyaq. Əqli mərkəzli metafizik və təbiət fəlsəfəsi. Yəni 3 dənə əql mərkəz tutur, onun üstündə metafizik, Allahı, varlıqları, o şeylər istəyirlər. Onda dərk eləməyə çalışır. Təbiət üstündə də bir fəlsəfəsi var. Bir ayrı fəlsəfə, 7-ci fəlsəfə İşraq. Hikmətül İşraq deyə. Qurucusu Şəhabəddin Söhrəvərdi. Doğrusu, bax, gəldi burada bir İran sözü yazır. İran deyə bir yer yoxdur. Söhrəvərd, Söhrəvərddə olubdur. Söhrəvərd hardadır? İndi bunu taparam mən sizə. Qəməri 549-da doğulub bu adam. Vəfatı, yəni İslam getdikcə görürsünüz, yavaş-yavaş əqildən uzaqlaşır da. Özdən əvvəldə əqil üstünə gedir, sonra hey, bu əqil ilə gəlin savaşı var. Əqil nəql, əqil nəql, əqil nəql savaşır. İndi əqillə nəqlin əlan savaşan dövrüdür. Vəfatı 587-də. Bu adam çox cavan ölübdür. Hikmətül İşraqı yazan 50-də 36-37 il, 38 il ömr eləyibdir. Bunun da deyir ki, əqlidən əlavə ürək, ondan sonra da bir nur fəlsəfəsi deyə bir şey gətirib ki, hər şey nurdur. Təsəvvüf 8-ci məktəb ki, İslamda var, təsəvvüf bir nəfərlə başlamadı. Amma sistemləşdirən önəmli adlar var. Kimdir? Cüneyd-i Bəğdadi, yenə Bəğdaddan başlayır. Diqqət buyursanız, bu da yenə Əbbasi dövrəsində başlayır. Bəğdad 297-ci ildə doğulubdur hicrətdə. Bayezid Bəstami, Bəstamlıdır, bu da türkdür. Vəfatı 261-də olubdur. Orası bəlli, doğumu bəlli deyil. Bu da yenə elə Əbbasi dövrəsidir. Təsəvvüf müsavidir nə ilə? Bərabərdir ya ağırlığı çəkir. Çəkidə məktəbdən çox hal və yoldur. Bu adam çox halım necədir? Hangi yolu tutmuşam beləsi onu. İndi burada bunu yazıbdır. Bundan istəyəcəyəm ki, lütfən bir cədvəl ver və onda bu düşüncə məktəbləri ilə İslamda yaranan şəriət məzhəblərin imamlarının yaşamlarının tarixin yaz. Ya o cədvəldə yaz. Görək ki, baş üstə. Aşağıda fikri kəlami məktəblər ilə İslam şəriət məzhəblərinin fiqhi məzahibin imamları bir arada qəməri tarixlə və sistemli cədvəl halında verilmişdir. İslamda
fikri məktəblər və fikri məzahib, imamlar və tarixləri qəməri şəkildə beləsidir. Kəlami, fəlsəfi, düşüncə məktəbləri. Məktəb, imam, qurucu, yəni doğum yeri, doğum tarixi, vəfat tarixi. Mü'təzilə, Vasil ibn Əta əvvəl budur. Yap başda budur. Baxın, indi bu bizə gözəl bir fikir verəcək ki, hangi dövrdən şəriyyat başlayıbdır, İslam dünyasının, İslamın dövrəsinə zindan, divar, hesar hörərək İslamı və Qur'anı kiçildib, şəriyyatı yekəldiblər. Mü'təzilə Vasil ibn Əta, Bəsrə doğumlu, 80-ci ildə, hududən 80-ci ildə doğulubdur, 131-də də ölübdür. Allah rəhmət eləsin. Əşəriyyə, Əbülhəsən Əşəri, Bəsrədə yenə doğulubdur, 260-da doğulubdur, 324-də də Allahın rəhmətinə gedibdir. Maturidiyyə, Əbu Mənsur Maturidi, Səmərqəndidə doğulubdur, 238-də doğulub və 333-də də Allahın rəhmətinə gedibdir. Əhl-i hədis Hənbəli xətti, yəni Hənbəli yolu. Əhməd ibn Hənbəl Bəğdadda doğulub, 164-cü ildə doğulub. Diqqət buyurun, indi yavaş-yavaş bu üstəkilər düşüncə xətti idi gedirdi. Niyə bunları tarixi qoymadı? Mən bunu deyim, yazsın. Bunları lütfen bunları tarix tərtibi ilə düzənlə. Çox gözəl şey edir. Bizə köməklik edir bu. Çox rahatca eləyə bilirik ki, bu internet bizə bu imkanı verir ki, rahatca eləyə bilək. İslam düşüncə və fiqh imamları qəməri doğum tarixlərinə görə tarixi tərtib. Tərtib, birinci, şəxsiyyət. Şəxsiyyət Zeyd ibn Əli, Zeydi fiqhi. Baxın, beləsi. Əvvəl fiqh yaranıbdır, yox. Yenə də burada şeylərdir. Mədinədə doğulubdur bu adam. Zeydi fiqhi. Doğum tarixi 78 hicrətdə doğulubdur. 122-də Allahın rəhmətini gedibdir. Vasil ibn Əta bundan 2 il sonra doğulubdur. Bir doğulublar. Yəni bunlar ehtimalən hangisi tez başlayıb işə, orası məsələdir. Zeyd ibn Əli Həzrəti Əlinin nəvəsi olacaqdır, ehtimal verirəm, ya İmam Hüseynin nəvəsi olacaqdır. Vasil ibn Əta Mü'təzilə, Bəsrə düşüncədir də. Əvvəl o fiqhdir, Zeydi fiqhi. Bu ikincisi məzhəbdir. Amma bunların doğum tarixləri və ölüm tarixləri, hətta Vasil ibn Əta ömrü uzun olduğu üçün fəlsəfi düşüncəsi şey olur. Çünki bu 82 il fasilə ilə Zeydidən sonra doğulubdur, amma ölməyi 7 il sonra, 8 il sonra ölübdür. Yəni 8 il daha çox fürsəti var idi, ömrünün o fayda verən zamanında çox fürsəti var idi ki, düşüncəsini yaya. Üçüncüsü İmam-ı Əzəm Əbu Hənifə rəhmətdir. Hənəfi fiqhinin qurucusu. Diqqət buyurun, beləsi baxanda çox gözəl görürük. Kufədə doğulubda 80-ci, yəni Bəsrədə o Vasil ibn Əta doğulubdur, Mədinədə Zeyd ibn Əli doğulubdur və Kufədə də İmam-ı Əzəm Əbu Hənifə doğulubdur. Bunlar təqribən bir ildə doğulublar. Təqribən, yəni 2 il biri qabaqdır, ikisi də ki 1 ildədir. Yəni 80-ci ildə doğulubdur və 150-də də ölübdür. Yəni bu hamıdan fiqh üçün olduğu üçün çox ömr eləyibdir. Bilirik ki, mollalar çox ömr elərlər, çünki zəhmət çəkməzlər, stressləri də olmaz. Onun üçün bunlar çox ömr elərlər. Şəriyyatda olanlar, şəriyyat dükanı ilə çörək yeyənlər çox ömr elərlər. İmam Cəfər-i Sadiq. Üçüncü fiqh məsələsi İmam Cəfər-i Sadiqdir. Cəfəri fiqhi deyə gətiribdir ki, bunu Şiə olaraq dahi biz Nadir Şah dövründən bu adı biz türklər üstümüzdən götürmüşük
elə Cəfəri məzhəb deyə qoymuşuq. İmam Cəfər də deyə eləmişik ki, o birisi imamlarla bir vəziyyətdə olsun. İmam Cəfər Sadiq Cəfəri fiqhin qoyubdu, Mədinədə doğulubdu, 93-də. Yəni diqqət eləsəz, o buracan bir tarixdə doğulublar. Zeyd ibn Əli Zeydiyyə fiqhin, Vasil ibn Əta Mötəziləni, Əbu Hənifə Hənəfi fiqhin, İmam Cəfər Sadiq Mədinədə Cəfəri fiqhin gətiriblər. Bunlar təqribən bir ildə doğulublar. 80 o 78-də doğulmuşdu yapı əvvəldəki, bu da 83-də doğulubdu. 148-də də Allahın rəhmətinə gedib. Bunun da ömrü az olubdu. 48 il oradan, 17 il buradan, deyək ki, 61 il ömr eləyib məsələ. İmam Malik ibn Ənəs, Maliki fiqhi yaradan budur. Bu da Mədinədə doğulubdu. Bu 10 il İmam Cəfər Sadiqdən, 12 il Zeyd ibn Əlidən, 10 ildə, 11 ildə Mötəzilənin liderindən, rəhbərindən, qurucusundan sonra doğulubdu. Əslində bunlar bir-birlərindən o əsrdə faydalana bilərlər, bir-birlərinə qarşı fəaliyyət eləyə bilərlər. Yəni diqqət buyursanız, Əbu Hənifədir, İmam Sadiqdir, bunlar bir-biri ilə aynı zamanda doğulublar, ayrı ildə doğulublar. Ehtimalən riqabət üstündə belə bir məzhəblər yaranıbdır. İmam, hətta Malik ibn Ənəs, yəni Maliki fiqhinin də rəhbəri Mədinədə 93-də doğulubdu, aynı zamana rast gəlir. Onların 40 yaşı olanda bunun 30 yaşı var məsələ. Onların hər ikisindən də, hər üçündən də, bu dördündən də etkilənmiş olar, düşüncə olaraq, anlayış olaraq etkilənmiş ola bilər və yol seçər. Məncə beləsi ola bilər, çox da ağıla gələn beləsidir. 179-da da Allahın rəhmətinə gedib, təqribən hamıdan çox ömrü bu eləyibdir. 50 il oradan, 79 il, üzr istəyirəm, çox mən qatmışam. 93 qatdım onu. İmam Malik ibn Ənəs Maliki fiqhinin qoyubdu, Mədinədə doğulub, 93-də doğulubdu, 179-da ölübdü, Allahın rəhmətinə gedibdi. Onu 80 il qoysaq, bu da 7 il, 86 il ömr eləyibdi. İmam Cəfər Sadiq nə qədər ömr eləyibdi? 48 oradan qoysaq, 17 buradan, dedik 61 il zat bu hududda da o ömr eləyibdi. 5-6-cı şəxsiyyət tarixən baxanda İmam Məhəmməd ibn İdris Şafii, Şafii məzhəbinin, Şafii fiqhin yaradandır. Bu Qəzzədə doğulubdu. İndiki Qəzzə var ha. Baxın, o zaman nə İsrail var, nə Filistin var. Qəzzə var. Qəzzədə doğulubdu, 150 il Həzrəti Rəsuldan sonra doğulubdu, 205-də də ölübdü. Bu da 204-də ölübdü. 49 il zat ömr eləyibdi. Üzr istəyirəm. 54 il ömr eləyibdi. 54 il ömr eləyibdi. Diqqət buyursanız, təqribən o imamları görə bilər. Yəni, Əbu Hənifənin zamanında doğulubdu, onu görməz. İmam Sadiqi görməz. Üstəkilər ölüblər. Yəni, bundan üstəkilər ölüblər əslində bu doğulanda. Çünki bu 150-də olanda fəqət bu Malik ibn Ənəsi görə bilər. Amma məktəbləri oxuya bilər. Onları görə bilər. Onlara qarşı bir düşüncə yarana bilər burada. Bu İslamın əvvəlində görürsünüz, o əvvəl illərdə diqqət eləsəz, bir dənə əvvəldə əql, sonra fiqhlər var. Bir savaş vardı. Burada kim onu liderlik eləsin, fiqh olaraq, şəriyyat olaraq kim şey eləsin, onu görürük. İmam Əhməd ibn Həmbəl, 7-cisi. Hənbəli fiqhin qoyubdu, əhl-i hədisi qoyubdu. Bəğdad doğumludur, 164-də doğulub, 241-də ölübdür. Hududən 83 il ömr eləyibdir. Yox, üzr istəyirəm.
77 il zad ömr eləyibdir. İndi bir dənə düşəş bunu istəyirik ki, hansı silsilənin dövrəsində olardı? Bu da çox gözəl bizə bir anlam verərdi. Amma gedək, davam eləyək. 9-cu, 8-incisi Əbu Mənsur Maturiddir. Maturidiyyə kəlamdır. Kəlam fəlsəfə deyil, amma din içində fəlsəfədir. Bunu deyim. Yəni bir dindən eşikdə bir fəlsəfə var ki, Əbu Ali Sina falan bunlar, onlar baxırlar. Bir də dinin içində fəlsəfəyə kəlam deyirlər. Əbu Mənsur Maturidi, Maturid kəlam Səmərqənddə doğuldu, türkdür. 238-ci ildə doğulub, 333-cü ildə ölübdür. Çox da az ömrü eləyibdir. Bunun da ömrü az olub. Filsufların ömrü az olduğu üçün. Bu da bunu göstərir ki, bu adam ehtimalən Türk dünyasına hələ feylən o şəriyyat o qədər gəlməyibdi şəriyyat. Əbülhəsən Əşəri, Əşəriyyə kəlamın düzəldibdir. Bəsrədə doğumludur, 260-da doğulubdur. 324-də də Allahın rəhmətinə gedibdir. Əbu Nəsr Farabi Məşşai fəlsəfəsini yaradandı. Farabda doğulub, Türkiyədə yəni. 259-da doğulubdur, 339-da Allahın rəhmətinə gedibdir. Cüneydi Bəğdadi, İrfan, təsəvvüf İrfandır, Bəğdad doğumludur. Amma hangi ildə doğulub bilinmir, amma 297-ni inanırlar ki, bu ildə Allahın rəhmətinə gedibdir. Əbu Əli Sina. Əbu Əli Sina fəlsəfi İbn Sina deyə onun qurucusudur. Əfşənə Buxarada, Buxaranın yaxında Əfşənə kəndində, mahalında doğulubdur. 370-ci ildə Həzrəti Məhəmmədin hicrətindən sonra doğulub. 428-də də Allahın rəhmətinə gedibdir. Üst-üstə 58 il ömr eləyibdir. Şəhabəddin Söhrəvərdi İşraqiyyə məktəbinin qurucusudur. Söhrəvərdidə doğulubdur. 549-cu ildə doğulubdur. 587-ci ildə də ölübdür. İndi diqqət buyursaq, bu İslam dünyasında olan əsli düşüncələri burada gətirdi. Əsas tarixi oxunuş. 1 və 2-ci qarnında fiqh və kəlamın bünyadı durur. Əbu Hənifə, Malik, Şafii, Mü'təzilə və İmam Sadiq filan bunlar. 3-cü qarnında Əhl-i Hədis, Əşəri, Maturidin təvazun tapırlar. 4-5-ci qarnında fəlsəfə və irfanın sistemləşməsi gəlir ortaya. Yəni yavaş-yavaş o əslində fəlsəfə, irfan, əslində irfan şəriyyatın çox gücündədir. Çünki əqlidən qırağa çıxır, ehsasa gedir, amma əqlin də deməyək ki, mənası yoxdur, şəriyyatın da mənası o qədər yoxdur. Yəni əslində bunların ikisindən də biraz uzaqlaşır. 6-cı qarnında işraq və şuhud fəlsəfəsi ortaya çıxır. İndi mən istərəm bu cədvələ hangi siyasi silsilə ya hükümət edir, onu da artır. Tamam, indi bu bizə daha bir yaxşı bir şey verər. Bəzi alimlərin həyatları bir neçə xilafət ya silsiləyə toxunur. Cədvəldə qalib dövrə görsənir. Əsas yazacağımız əsasatına və əlifsiz əsas deyə yəni. İslam düşüncə və fikirlərində baxaq görək hangisi. Zeyd ibn Əli Öməvi dövründə ortaya çıxıbdır. Vasil ibn Əta Öməvi dövründə, Əbbasi dövründə, yəni yavaş-yavaş gedir. Yəni təhsil adam ki Öməvi dövründə ortaya çıxıbdır, Zeyd ibn Əlidir. O da şeydən dolayı ola bilər. Dedik ki, İmam Cəfər Sadiqdən çox qabaq doğulub da bu əslində. İmam Sadiq bəlkə bunun ölümünü görməyibdir. Deyək ki, İmam Hüseynin nəvəsi olacaq oradan.
Ya da ki elə Həzrət Əlinin oğlu ola bilər. Bilmirəm yəni. Zeyd ibn Əli Öməvilər dövründə ortaya çıxıbdı. Ondan sonra Vasil ibn Əta Öməvilər dövrəsində doğulubdu, Əbbasilər dövrəsində ölübdü. Yəni əslində ömrünün çoxu. Buna bir tarix versək ki, Öməvilər hangi ildə münqəriz olubdu? Yəni Əbbasilər hangi hicri ildə dövlət qururlar deyə sorsaq, o bizi daha yaxşı bəlli elər ki, kim, hangi dövrdə. 132-də bu adam Əbbasilər dövlət qurublar. İndi təqribən Zeyd ibn Əli Öməvilər dövrəsində doğulub, Öməvilər dövrəsində Allahın rəhmətinə gedibdir. Vasil ibn Əta Öməvilər dövründə doğulub, Öməvilər dövrünün sonlarında da ki, Abbasilərlə savaşırlar, o dövrdə Allahın rəhmətinə gedibdir. Amma Abbasi dövrün hissələr, yəni şeydir. İmam Əbu Hənifə Öməvilər dövründə doğulub, amma ömrünün mənim nəzərimə gələn çoxun, yəni o müfid faydalı son 20 ilin ya 25 ilin Əbbasilər dövrəsində. Əbbasilər 132-də hökumət qurublar. Yəni ondan qabaq savaşırmışlar. Bir neçə il. O savaş dövründə görər, amma savaş dövründən sonraki 20 ili yaşayıbdı yəni. İmam Cəfəri Sadiq Öməviləri orada burada qalsalar görər. Yəni yox, üzr istəyirəm. Öməvilərdə doğulubdu. Əbbasiləri görər. 20 ili hududən görər Əbbasiləri. Malik ibn Ənəs Əbbasi xilafətində doğulub, yox, Əbbasi xilafətində işin görübdü. Yəni doğulması Öməvilərdə doğulubdu, amma Əbbasilərdə şey olubdu. Şafii, İdris-i Şafii rəhmətlik Öməvilərdən 20 il sonra doğulub, Əbbasiləri yaşayıb qoldu. Yəni Əbbasi dövrəsində doğulub, Əbbasi dövrəsində yaşayıbdı. İmam Məhəmməd Əhməd ibn Həmbəl Əbbasi dövrəsində doğulub, yəni indi bunu belə baxaq. Buradan da bu yüzden belə baxaq. Dedik ki, Malik ibn Ənəs ömrünün 40 ilin Əbbasi dövrəsində keçirdibdi. 40 ilə yaxının da Öməvi dövründə. Amma Şafii rəhmətlik ömrünün doğulmamışdan 20 il qabaq Əbbasilər qurulubdur. Kollən Əbbasi dövrəsindədir. İmam Həmbəl, bu da Öməvilər, yəni 34 il qabaq ki, bundan doğulmamışdan 34 il qabaq Əbbasi xilafəti qurulubdur. Cüneyd-i Bəğdadi, hər halda bu da elə o cür olacaq, çünki bu 300 il, deyək ki, 300-ə yaxın şeydir, o da 150, 100 ildə ömr eləsə bu adam Əbbasi dövrəsində olubdur. Əbu Mənsur Maturid, bu da Samanilər dövrəsində olubdur. Müntə Samanilər əcəba türklər ya şeylər Samanlılar olacaqlar, ehtimal verirəm. Əbulhəsən Əşəri Abbasi xilafətində. Bu nə cür olubdur? Samanilər dövrəsində olubdur. Ehtimalən türklərin orada bir hakimiyyəti varmış. O hakimiyyət Samanlılar deyə adlandırılmışlar. Saman. O cür Samanlılar oğulları deyə adlandırılmışlar. Bu o hakimiyyətdə olub. Amma əslində bu dövrdə şey var. Xilafət Əbbasilərin əlindədir. Bəlkə o zaman deyək ki, bunlar bir istiqlal qurmağa çalışırmışlar. İslamdan ayrılmağa, yəni İslamdan yox, xəlifənin hökmü altında bəlkə belə bir hökumət imiş. Əbulhəsən Əşəri Əbbasi dövründədir. Farabi, Əbbasilər, Samanilər,
Buyəlilər dövrəsindədir. Yəni bu 3 dövrəni görübdür. Bəlkə 3 dövrədə yaşayıbdır. 3 dövrə deyil əslində. Dövrə deməyək bunları. Abbasilər ola bilər, Samanilər orada hökumətlər, Buyə ilə Samani savaşır ya da Buyədən gedir Samanilərdən gedir Buyəlilərin içinə. Beləsi bir vəziyyət ola bilər. İbn Sina Samanilər, Qəznəvilər. Görürsünüz ki, Qəznəvilər də Abbasilərin hökmü altındadır. Yəni xəlifə Abbasilərdir. Amma Qəznəvilər siyasi olaraq türklərdilər, getirdiblər ələ onların dövrəsində. Ehtimalən, məsələn, xəlifəsinin nüfuzu olan yerdən gəlibdir. Şəmsəddin Söhrəvərdi Səlcuqlar dövrəsində. Burada dahi yavaş-yavaş xilafət də gedir şeydən eşiyə. Əlbəttə Səlcuqlar xilafəti yavaş-yavaş zəiflədiblər. Tamam. Burada bir şeyler yazdı. Siyasi fikir uyğunluğu. Bunlar qalsın. Daha istəmirəm bunlara gedən. Mən istəmirdim bugün bunları oxuyaq əslində, amma beləsi oldu. İndi bu Müqəddəmətül Ədəbdə Zəməxşəri. Mən üçün lüğət əhli deyiləm, bunu çox oxumayacağam. Fəqət kitabın tarixini dedik, biraz da bu bahis oldu ki, İslam dünyasında olan düşüncələrə bir tarixi olaraq baxaq. Görək, mənim nəzərimə İslamın əvvəlində əql çıxır. Və əqldən sonra görürük ki, ona qarşı yavaş-yavaş məktəblər çıxırlar və şəriət çoxalır. Şəriət çoxalır və İslamın ayağını bağlır. Abbasinin dönəmi fəlsəfənin və düşüncələrin, anlayışların çox güclü olma dövrəsidir. Yəni bir əcib azadlıq var burada. Ənsar yardımcılar. Əhya qom. Əhraz saxlayıcı. Əhzab müvafiq cəmaət. Əqab atədən və anədən sonra gələn oğlanlar. Əğzab qaqinlər. Ya qaqinlər olacaqdır. Əhlaf nidacilər. Ya da andacilər. Beləsi bir şey. Əhalif cəmidir. Əhlaf keşlik, bilmirəm, keşkiniz belə bir şeydir. Hər halda lüğətdir, lüğətlərdə mənim əlim olmadığı üçün bu kitabı burada qoyaq qalsın. Gedək bir ayrı kitab açaq. Görək ki, mən bunu yazım, burada adı Müqəddəmətül Ədəbi Zəməxşəri. Gördük ki, türkcə, ərəbcə bir kitabdır. Adı Müqəddəmətül Ədəbdir. Amma müqəddəməsini görmədik biz, bunun lüğətini gördük. Məncə də kitab naqisdir, çünki bir dəqiq bunu görsədim. Diqqət buyursanız, kitabın birinci səhifəsinə baxırıq. Heç sassız yox, girib kitaba. Zəməxşəri ki, bir din adamıdır, din alimidir. Kitabları bunun fəlsəfə şeydə, təfsir Quranda çox məşhurdur. Yəni, ən yaxşı təfsir desəm İslamın əvvəllərində yazılıbdır, biraz da ağıl üzünə yazılıbdır, Zəməxşərininkidir. Amma calibdir, bunu da soruşa bilərik şeydən ki, İslamda Quranı təfsir eləyənləri tarix üzrə bizə yazginən. Qoy bunu yazım, heç olmasa öz məlumatım üçün mənə bunu yazsın, görək ki, İslam dünyasında Qur'ana yazılan təfsirləri yazanların adları ilə birgə və yazılma tarixi ilə bir yerdə bir cədvəldə
ver. Əgər mümkün olur isə təfsirlərin hansısı İslam dünyasında daha dərin etki buraxmışları da yaz. Tamam, burada beləsi bir şey qoyaq burada. Bu başlasın, bizə bu haqda bir məlumat versin. Məncə bu çox önəmli olacaq, mənim dərdimə dəyər. Ha belə görək ki, təfsirlər şeydə var, çox gözəl burada gəldi, cədvəl gəldi, çox gözəl. Bunu da bıraq yekəlsin, beləsi görünsün, çox gözəl. Tamam, tamam, yaz. Tarix üzrə bunları şey eləsə, amma burada tarix üzrə eləmədi. Müəllif vəfat. Ehtimalən bunları tərtibin ona görə belə gətiribdir ki, İslam dünyasında indi baxsaq görəcək türklər çoxdular. Nəzərə belə gəlir. Bu da cəlibdir. Bunu mən baxaram. İndi hər halda bu kitabın müqəddəməsi yoxdur, adı yoxdur. Bu olmaz ki Bismillahirrahmanirrahim və siz, yəni Bismillahsız bu adam kitab yazmaz. Və ha belə bir müqəddəmə yazar ki, mən niyə bunu belə yazıram? Bunu da görmürük. Onun üçün bu kitab naqisdir. Gedək bir ayrı kitab açaq və onu oradan başlayaq, görək ki, nələr var. Burada bir ehtimalən bu da sözcükdür. Yazıbdır ki, burada fars-türkcə sözlük məclis əl yazma. Məclisdə əl yazma. İran məclisində zahirən saxlanır. Bu kitaba bir baxaq. Buna da əgər şey olsa, bundan da keçərik. Bu kitabı görürük, cildinə baxırıq. Çox işlənibdir. Qıraqlarına baxanda görürük ki, çürüyübdür, yəprənibdir. İran Şura məclisində saxlanır. Yazılarını görürük. Məcmui Farsi lüğati bu cildidədir. Zahirən bu neçə cildidir, amma bu Farsi lüğati deyir, bu cildidədir. Kitabın boyu 22 santimetrdir. Eni isə 2 səfəsi eni 28 santimetr, 29 santimetrdir. Yəni ki 14 sant yerin bunun enidir. Neçə sant boyudur? 22 santı da boyudur. Kitab lüğətdir. Gördüyümüz kimi burada lüğətləri görürük. Mən də lüğət əhli olmadığım üçün bunu çox üstündə keçmirik. Bir-iki dənə kəlmə bundan oxuyarıq. Kitab 148 səhifə PDF-dir. Yəni ki, bunu ikiyə çalacağıq. Bu bir. Bu da ikincisi. Ad nə mənədir? İndi baxarıq adına. Qonu sözlük. Türkcə, farsca sözlük. Bu da bunun adı. Sürətlə gedirik. Xətti əl yazmadır, görürsünüz burada. Burada bir səhifəyə gəlmişik. Cəlibdir. Bu kitab taza yazılıbdır. Baxın, burada yazıbdır ki, Təmmətil kitab və unillahil məlikil vəhhab əla yədil zəif əl-ibad və həqirit tullab Əbdüz Səbaqi İbni Molla Qasim. Yazarı kimdir? 1123-də yazılıbdır. Yazı tarixi 1123. Neçə il bundan qabaq olar? 1123, bundan çıxsaq 1447-ni çıxsaq 324 il bundan öncə yazılıbdır. 324 il öncə yazılıbdır. Bu kitab o zaman yazılıbdır. Yazar kimdir?
Əbdülbaqidir bəlkə, Əbdüsəbaqi mən oxudum, amma Əbdülbaqi nəzərimə gəlir, düz gələr. Əbdülbaqi İbni Molla Qasım. Molla Qasım. Tarixini də yazdıq onu. Bu kitab burada birinci bölümü qutarır. Burada bir kitabı alan xətt yazırmış. Osmanlı xəttin şey elirmiş, imzasını vurmaq çalışırmış. Ondan sonra bu iki səhifədə görürük ki, lüğəti farsi deyə bir şey burada oxunur. Qalanları da yazıblar burada. Şey deyil, yenə də getir lüğətlərə. Qırmızı rənginə və qərə rənginə yazıbdır. Qərə rənginə əvvəl nəxustin, ölkə. Calibdir, bu nə demək olar? Əvvəl nəxustin, ölkə. Əvail cəm idi. Allah, Xuday, Xuzay yazıb əlbəttə. Allahu, Xuzay, Tənri, ikisi. Əhəd, yek, bir. Aha, iki dana hər nə mənə ki deyirlər fars dilində onu yazıbdır. Bismillahirrahmanirrahim. Burada Allah, Xuday, Tənri. Əhəd, yek, bir. Ahad, cəm idi. Da onu bir dana fe yazıb altında, yazmayıb ki nə mənə yəni. Birlər yazacaq, fe yazıbdır. İndi bilmirəm, yəni nə demək, bu hangi hərfin xülasəsidir. Əvvəl nəxustin, bu iki dana ölkə. Ya da əvvəl ölkə yazıb burada, əvvəlki də ola bilər. Əvail cəm idi. Əbəli vəqt, axirət. Axirət vəqt. An cəhan, ol cəhan. Əvvəl ehtimalən elə ölçü olacaqdır. Əvvəl nəxustin, əvvəlki ola bilər, ya ölçü. Əsl, pənc. Hər halda burada da türkcədir, çox əl yazmadır, iki cürə yazılıbdır. Əlbəttə, lüğətlər təqribən, əl-xətti təqribən birdir, amma nəzərə gələn qırmızılar, yəni qırmızı xətt yazan bəzi yerdə xətti daha gözəl, biraz fərqli görsənir qərədən. Bunu istəyirəm deyəm. Soralarda bu qırmızı xətti ilə yazmır, qərə ilə yazır, yenə də çevirir, qırmızı ilə yazır, yenə qərə ilə yazır. Yəni, təsmin tuta bilmir ki, hangi rənginə yazsın. Yenə burada, ortada, burada bir yerdə 2 səfər, 3 səfər boş qoyubdur. Tazaşdan davam edir. Ərəbcəni də burada yazıb. Məsələn, görürük ki, Əl-Məccanu Mərsani Napak. Ədəbsiz adənlər, ya adəmlər. Mərdan-ı Napak, ədəbsiz ərənlər. Ərənlər, üzr istəyirəm. Ədəbsiz ərənlər. Mən türkcə bilmədiyim üçün çox məni bağışlarsınız, bunları doğru oxumuram. Bu kitab 148 səhifə PDF, yəni bunu 2-yə çarpacağıq. Onlar 370-ə yaxın bir səhifə ilə qarşı-qarşıyayıq. Kitabın sonuna da baxaq. Burada da şeir filan görürük. Ədad, fusul və şuhur. Bəhar, yaz. Tabistan, yay. Payız, köz. Zimistan, qış. Diqqət buyurdunuz, bunları calibdir. Bu kitab dedik, bax, 324 il bundan öncə yazılıbdır. Bahar, yaz, tabistan, yay, payız, köz, zimistan, qış. Mahayi, bəhar. Yaz ayları. Fərvərdin, örtə yaz ayı. Ordibehişt, orta yaz ayı. Örtə ilə yenə də. Örtə yaz ay, bu da örtə yaz ay. Xurdad, son yaz ay. Mahay tabistan, yay ayları. Tir, ilk yay ay. Mordad, örtə yay ay. Şəhrivər yazmayıbdır. Bu göstərir ki,
Bu ilk sözü ki yazıb ki, ilk yay ay, Fərvərdin də gərək olaydı, məsələn, ilk yaz ay. Beləsi gərək deyiləydi, amma orada elə örtə yazıbdı. Mən bunu baş tapmadım. Niyə 2 aya örtə yaz yazıbdı? Mahay payız, köz ayları. Mehr, ilk göz ay. Mehridən sonra nədir? Baf, ban, aban. Aban, örtə köz ay. Azər, son köz ay. Mahay zimistan, qış ayları. Dey, ölkə qış. Ya, dedik nə idi orada? İlk olacaqdı, ilk qış ay. Bəhmən, orta qış ay. İsfənd, azumud, belə bir şey yazıbdı. Son qış ay. Əsma-i Yunani, Yunanca adları yazır. Burada Yunan dilicə aylərin, adlərin bildirir. Fəsli bəhar, yaz fəsli. Azər, Nisan, yox, bu da bir şeydir, bu şeydir. Azər, Nisan, Aban. Beləsi bir şeylər yazıbdır. Bəyan-ı tarixi kitab. Bir fədai xaliqi cinnu inas, əmdü biməddu fərru, ünsü sipas. Şüd tamam in tuhve illa el-əxvan mən با inayat خدایی ذی‌المنن. 22 ز ربیع اول است 870 بشت اندر سنن. Bunun tarihi budur. Deyir ki 22 Rəbiül əvvəl 875 8 olacaq bu da. 878. Bu kitabı yazdığı deyir ki əsli budur. 878. Calibdir. Bu 2 dana tarix var. Bir kitabda 2 tarix var. Ola bilər ki bu 2 dana fərqli kitabdır. Yazılıbdır, bir yerə yığılıbdır. Yazı, tarixi, Tazaşdan. Çünki bu cür gəlməz ki, deyək biri 1123-də yazıbdır Hicri qəməridə, biri 878-i Hicri qəməridə yazıbdır. Bu əqlə sığışmaz. Elhamdülillahi ələl itmam və səlatu ələ nəbiyyə Muhammedin seyyidil ənam. Devam edir. Kitab bu da burada qurtarır. Bu kitabı da qoyaq. Geçsin, çünki bu da lüğətdir. Lüğətdə də mənim əlim olmadığı üçün yəni istəmirəm çox vaxt qoyum. Məsələn, görün burada nə oxuya bilir? Pənbə, panbıq. Pinyal ya pital, fital. Pəşm, yük, yün. Kaf yün oxunacaqdır. Pəşm, yün. Pəşiz, pul. Pərişan, valih. Pəniri yazmayıbdır. Pənirək, küci ya kübci, belə bir şey. Kübci, küfləmək olacaqdır. Kübci, pənirək. Pərvin, ürkər. Pərvizən, ələk. Pəryün, nəmənə. Tamam, bunları dedim. Mən bilmədiyim üçün bu kitabı da biləsi burada qoyaq qalsın. Amma bu kitab 2 dana məncə kitabdan təkmildir. Biri 878 Hicridə özü deyir yazmışam. Biri də tarix qoyub axırında 1123-də yazıbdır. Mən buna əcəb yazdık yetərsəm aşağıya, o ortadakını tapa bilsəydik, itirdik onu. İndi tapmaq çətin olacaq. Hər ikisinin də xətti fərqlidir, onu da deyim ki, yəni bu xəttləri bir-birinə müqayisə edəndə görərik ki, aha.
Burada da bir kitab elə bir ki, təmmət, bu da bir şeydir, bəli. Burada məsələn qutarıb, bu üçüncüdür. Yəni o üçüncü idi, bu ikincisi. Burada lüğət-i farsi, Əl-Məlikül təmmət bi unillah, Əl-Məlikül Vəhhab. Bundan deyə qutarıbdır kitabı. Gedirəm mən görürüm ki, aha, bu da biridir. Ehtimalən burada yazmıyıb təmmət, davam edirəm. Yəni bu kitab buradan gördüyümüz iki yerdə, bu da üçüncü təmmətdir. Yəni 3 dənə kitabdan ibarətdir. Bu da 1123-də. Ehtimalən beləsi, bu nə cür həll eləmək olar? Bu cür olar ki, bir nəfər bu 3 dənə kitabı, yəni 3 dənə risaləni ki, lüğət haqqındaymış, toplayıblar, qoyublar bir-birinin dibinə bir kitab eləyiblər, əl yazma eləyiblər. Amma diqqət buyurun, məsələn bu birincinin bu səfəsinin xəttinə baxın. Çox fərqli yazı, baxırsınız bu çox gözəl bir, yəni deyim ki, şik yazılıbdır, beləsi deyim, xəttatmış bunu yazan. Amma bir də buna baxın. Məsələn, xəttat deyil, mənətay bir adamdır, hətta mənim xəttim bəlkə bundan gözəl olar. Bir də gedirik, axirdəki kitabı görürük, buna da baxın, görürük ki, çox fərqli bir xəttinə qarşı-qarşıyayıq. Ola bilər ki, məsələn, bu xəttinə bu xətt aynı ola bilər, bir deyil. Amma %100 bu üçüncü kitab ki, əvvəldə yazılıbdır, buradan görürük, bu onlarla heç birisi ilə dür deyil, bu ayrıdır. Yəni, 3 xəttinə, 3 şeydi yazıblar, bir kitab eləyiblər. Bunu gedib, yəni, deyək ki, 3 dənə kitabı götürüblər, aparıblar səhafiyə, deyiblər, bunu bizə bir kitab eləyibdir, adım bunu öpürlər. Hər halda bu 3 dənə lüğətdir, bir dənə lüğət deyil. Məsələn, bunun indi gəlirik bura, bunun əvvəlinə qeysaq, xətti əvvəli ilə hətta sonunun da biraz fərqi var. Baxın, buraya ilə, bu xətti ilə gələn görürük, bu xəttin fərqi var. Yəni, mən necə deməyim ki, bunlar, deyə bilmərəm ki, bunlar ikisi bir xətdir. Gedim hətta bunların mərzinə, burada biraz yoğunlaşır, amma aynıdır. Biraz fərqli görürəm, burada kamilən fərqli olur. Yəni, əslən, yazı şəkli fərqlidir. Ola bilər, əlbəttə, məsələn, yox, çox fərqlidir. Yəni, mən xətt tanıyan deyiləm, amma belə görsənir da, yəni. Amma bunun əvvəldə Bismillahirrahmanirrahimi var. Yəni, bəllidir ki, bu əvvəldə başlayan, bunu başlayan, üstüyü belə bir kitab yazsın, lüğət haqqında bunu yazıbdır, o birislər, amma Bismillahsız başlayır. Yəni, onu da deyək. Bu da ikinci kitab ki, bugün tanıdıq. Əgər bunu dedik, 3 dənə tarixi var bunun içində. Mən ikisini bunun hesabladım. İndi bu kitab ki vardı, bunun tarixini ki, axirdəki kitab ki, özü şeiridə deyir. Bu 878-də deyir ki, mən bunu yazmışam. Əgər bundan çıxsaq, 1447-ni çıxsaq, bu kitab 569 il bundan öncə yazılmış olar. 569 il öncə yazılmış olar. Tamam. Bu da lüğət idi. Bundan da çıxaq, görək ki, deyək ki, mən bunu yazım. Üç sözlük Türkçe, Farsca, felən beləsi qoyaq qalsın, elə bu görər. Gedək şuraq, bu üçüncü kitab nədir? Bunun başında yazıb ki, Təcridül Lüğat, bu da gene lüğətdir. Əli Badkubeyi məclis. Yenə də bu da məclis, İran məclisində saxlanır zahirən. Bu da lüğətdir. Kitaba baxırıq, çox bu rəsmi kitabdır, çox şəkil,
zəhmət çəkilmiş. Bunun cildi çox bəllidir. Kitab bahalı bir kitabmış. İçi Osmanlı dövrünün nəqqaşisi ilə vurulubdur. İranın Şurayı Milli deyilən adı məclisində saxlanır. Təcridul Luğat. İndi bunu gərək davam eləyək. Deyək ki, səhifənin arxasına keçək. Tamam. Üçüncü kitabı bu günləri açırıq. Ad Təcridul Luğat. İran məclisində saxlanır. Burada ölçünü görürük ki 31 santimetr kitabın boyudur. Çox uzundur kitab. Burada kitabın görək ki, kitabın enin ölçməyibdir. Ölçübdür, görmürdüm. İkisi bu da 39 santimetr. Yəni təqribən deyək ki 18 santimetr kitabın 18 sarım, hətta 19 santimetr kitabın enidir. 30 neçə santimetrdə 31 santimetrdə kitabın boyudur. Çox böyük kitabdır. Əslində uzun bir kitabdır. Eni də çoxdur. Bu kitab burada qoyublar 71 səhifə deyə qoyublar. Amma hər səhifədə görürsünüz ki 2 dənə qoyublar. Amma bunun bir səhifə burada boşdur. Bu 2 səhifə. 3 səhifəsi boşdur. Tamam. 4 səhifə, 5 səhifəsi boşdur. Amma burada bir əvvəldə bir şey yazıbdır. Ona baxarıq, görürük. Nədir? İran məclisinin sansur möhrü buradadır. Möhür vurubdur. Bu kitab biraz çox şey olduğu üçün az möhür vurublar. Kitab çox gözəl içi yazılıbdır. Yəni birinci səhifədə mən buradan lüğət kitabı o cüsü görməmişdim. Ehtimalən bu lüğət kitabı deyil, bu təfsirdir. Bilmirəm nədir. Oxuyaram, bunu oxuyaram. Çünki bunun xəttini görürəm, ərəbcəsini, türkcəsini görürəm. Çox gözəl, çox gözəl. Bu fərqli bir sistemdir. Mən buradan gördüyüm kitabların hamısından fərqli bir sistemlə yazılıb. Bunu tozih verməklə olmaz. Kitabı gərək görəsiniz dostlar. Bunu yekəldəcəyəm, daha çox rahat görürsün. Kitab 71 səhifə olduğu üçün hər səhifəyə müstəqil baxa bilərik. Burada görürəm ki, nəhvə görə danışır. Çünki mazi, muzari, hal, nə bilim, nəfyu, müfrədu, müsənna, bu cür bir şeyləri danışır. Şeir şeylərinə keçir, bəhrilərdən danışır. Fikirəm bu da şeir şeyləri danışır. Şeir yazmasının içində calibdir. Çox gözəl bir bunun sistemi vardı, çox fərqli. Mən buradan bu kitablarını görməmişdim. Belə vərəq vururam ki, bir əkslərin səfə-səfə görək. Sonra qeyd edəcəm bu kitabdan. Çünki burada da keçir cədvəllərə. Yəni, bir növ cədvəllər düzəldibdir. Bu cədvəllər bizə farsça, türkcə cədvəl. Lüğətnamədir, farsça, türkcədir, yaylı bir dildədir. Bəli, bəli, farsça, türkcə, farsça. Burada da türkcəni çox gözəl yazıbdır. Farscəni əlbəttə gözəl yazıb, amma aşağıda yazıbdır, kiçik yazıbdır. Belə görsəniz bu cədvəllərdə və qutardı. Osmanlı dövründə yazılmış bir kitaba bənzər. Qeydaq kitabın əvvəlindən biraz oxuyaq. Bunu yekəldirəm dostlar, səfəni görək, qəşəng. Görək ki, nədir? Çalışmaq, başmaq, yarata. Çalışmaq, başmaq, yararta, iş odur tariyə vara. Aha, ehtimalən çalışmaq, başmaq, ayrırta, iş odur tariyə vara. Keçən günə gün çatmaz, çalasunun gini gönə. Bilmirəm, yəni bunu mən oxuya bilmədim, bağışlarsınız, çünki əvvəldə elə beləsi bir şeydir, amma bu kitabın dövrəsində yazılır. Çox şəkil bir şeydir. Müntəha mən bunu oxuyacağam.
Əvvəl kitabın öz nə gözəl bir nəqşəsi var. Bunu fərş eləsələr inanın ki, məhşər bir fərşi çıxar bunun. Çox gözəl, wow. Allah Allah. Sevdim bunu. Yəni lüğətnamə dediyi o cür bir şeydir. Bismillahirrahmanirrahim. Elhamdülillahillazi cealena li izhari qudretihi. Bizi Allah qoyubdur ki, onun qudrətini izhar eləyək. İzhar yəni zuhura gətirək, göstərək. Natiqən danışıqla. Vəssalatu vəssalamu alə mən ərsələhu li nəşri rəhmətihi sadiqən. Çox gözəl şey yazıbdır. Və alə alihillezine cealəhumullahu beynəl haqqi vəl batiqi fariqən. Siyyəma ibn əmmihi və vəsiyihi əlləzi şiə yazıb bunu. Həzrət Peyğəmbərin əmi oğlusu, vəsisi əlləzi huvə müqəvvimul İslami imamən və sabiqən. Görürsünüz, dedik əvvəldə bunlar müsəlmanlar şeylərini görsədərlər, kimə bağlıdırlar. Və sabiqən fəmən tənəfərrə ənhum hər kəs onlardan müfrət eləyə kanə mariqən və mən təvəssələ bihim sarə lahiqən əmma bəd çinin guyed əli badçuyi ya badçubi kitabı mən bixan ta xasm guyi. Şeirdir. Əmma bəd yaşıl xəttinə yazıbdır, çox da gözəl yazıbdır. Buracan qəri ilə yazmışdı. Ərəblərin səsini qoymuşdu. Amma buradan bu üzə gəlirik türkcə bölümünə və farsca bölümünə. Görək ki, burada nə çıxacaqdır. Əvvəl ona baxaq. Bəzilərinin səsini qoyubdur, bəzi hərfin səsini qoyubdur, bəzi hərfin səsini qoymayıbdır. Deyir ki, çinin guyed əli bad kuyi ya bad kubi kitabı mən bixan ta xasm kubi. حسر ناصرو نصر حاصرو حسر ناصرو و نصر حاصرو. Ərəbcə. Şeirdir da, istir bunu desin. İndi burada 3 dil olacaq zahirən. Farsi idi orası, burası olduğu şey. Çünün guyed əli bad kubi kitabı mən bixan ta xasm kubi. خسر ناصر و نصر حاصروه ما حرکت الافلاک الکواکب الربوبیت و تحرکت الافلاک بالکواکب الربوبیت. به حسب خواهشی بعضی از اخوان فارسی برası اهل کیلان یا گیلان bilmirəm. اهل جیلان قواعدی صرف و فراید الفاظ و عبارات اتراک را به قسم خوشی و طرز دلکشی جمع آوری نموده. کتابی به نصاب آسا müsemma به تجرید اللغات. Kitabın adının özü dedi ki, müsemma به تجرید اللغات در Darüssəltəniyə Qəzvin. Bu kitabı Darüssəltəni deyirəm, kitab çox gözəl yazılıbdır. Hər şeyi gözəldir. Amma kitabın ortasına baxanda görürük ki, o Şirazə cırılıbdır. Biraz Nəsab əsami müsemma به تجرید اللغات در Darüssəltəniyə Qəzvin. O zaman ki, Qəzvin Darüssəltənədir. Yəni onlar hara? Səfəvilər dövrü. Darüssəltəni Qəzvin tədvin ساختم و به غیر مقال کثیر الاستعمال در محاورات کلمین از رجال استعمالا بلسی کملین از رجال نپرداختم. تدوین ساختم و به غیر مقال یعنی که ağızdan çıxır. کثیر الاستعمال در محاورات کمیلین از رجال نپرداختم. چه فارسیان شیرین زبان bunu keçək o birisi səhifəyə
و ترکان هنرپیشه جان بدان دهان گشایند. علاوه بر اکتساب فیوزات معنویه که متفرع بر نشرایات الهیه است، نشر آیات الهیه است، به مقتضای قوله تعالی و من آیاتی خلق السماوات و الارض و اختلاف السنتکم، کام جان از جام بیان شیرین نمایند. کام جان از جام بیان شیرین بنمایند. الحمدلله چی در بود ندماخته بود bilmirəm. در بود و سلطنتی حضرت ذل رحمان ناصرالدین و ناصرالدین و الایمان خلد الله ملکه ما مد الزمان میسر گردید. بیت ناظم به این کتاب زبان را چو برگشود، تاریخ در 1264 بود. 1264 آغاز به نوشتن، فارسی yazdım nedeniyse کتاب کرد. هجری قمری. تاریخ در 1264 بود. بدان ینصرک الله تعالی نصرا عزیزا. قبل از شروع در الفاظ و عبارات اول قواعد مصدریه را اجمالاً یادگیر تا مرکبات را به آسانی ضبط کرده باشی. پس بنابراین چون وجوهات تسعه از مصدر متولد می شوند، تسعه 9، لذا اسامی مصادر را به قدر احتیاط در آخر کتاب جمع کردم تا به قانون مصدری الفاظ ترکی به صدور آید. والله الموفق و المؤید. پس ظاهرا bu adam Gilan demiş ya da Kilan bilmirəm deməkdir. Bir də qeysəm onu oxusam. Dedi ki به حسب خواهش بعضی از اخوان اهل یا Gilan oxumalıyıq ya Kilan. Mən به nəzərimə gəlir ki Gilan olacaqdı ki istillər türklərin dilini öyrənələr, istillər bunu. Əvvəl burada kitabın mətnini oxuram, sonra qeyd edəcəm bu qıraqdan da biraz oxuyayım. İndi gəldik bura. Lafz-ı türkini deyirdi ki oldu. El-Behrur Remli fi Qavaid-i Sarf. Burada Reml bir ahəngidir, şeirdə bir bəhridir. Mən bilmədiyim üçün onu danışa bilmirəm, amma deyir ki, əvvəl Allah adına döyyüm nəbi xeyr oluri. Ola الواری خیرالواری. Beləsi oxumalıyım çünki bilmirəm indi bunu necə oxuyayım. Çünki Mustafa'nın üstünə məsələn A qoyubdu, o ayın da yanına qoyubdu, indi vavın da üstünə qoyubdu. Mən bunu necə oxuyacağam onu bilmədim. Əvvəl Allah adinə A yenə onunla yazıbdı. Yəni 2 dana elə bax qoyub bir çıxılı. Doyyum üstüsəm. Doyyum Nəbi xeyrülvari. Canişini Mustafa başed Ali Bedrül Zuha. Failatun. Vifki veffeqallah limen la yemlükü illet dua. Fi tarifil masdar. Bu neydi dedi? Bunu baş tapmadım. El-Behrur Remli Qavaid-i Sarf. Qavaid-i Sarfi beləsi başladı. Bərhiləmlə mən bilmədim nə oldu, nə dedi. Fi tarifil masdar. Masdar nədir? Masdar-i türki bedan lafzi ki axir maq şud. Axiri maq olsa. Misli vurmaq معنیش باشد زدن ای مبتدا. فارسی نیازم هم تو دال و تا و نون از معنیش در فارسی دیر چون دال و تا و نون چی فارسی ده vardı دیر ona taydı. Nəhvi əddurmaq, nəhvi öldürmək üzrəm. Nəhvi öldürmək
کشتن و آنچه خواندی انفا یا آنفا bilmədim nədir. مثل صرفی صرفیانی وچی گردد باز ازو مثل صرفی صرفیان nədir bu? وچی گردد نه وچی گردد باز ازو مثل صرفی صرفیان نه وجه گردد باز ازو لیک cəm'ü təsniye təzkir و tənis səva. Deyir ki, cəm'i iki dana adamlara xanım və erkək deyir burada yoxdur. Fil mazi məsdəri dedi getdi maziyə. 9 dana amma deyir şey var, sərfi var. در بواقی وصفها دارد تفاوت اندکی در بواقی bablarda ərəb bablarında در بواقی وصفها دارد تفاوت اندکی گر بخواهی فعل ماضی را از او سازی بنا بنای فعل deyir ki فعل şeydir fars mazidir o birislərdə demişlər ki məsdərdir hər şey maq مصدر حذف کن به جایش لفظ دی deyir ki maq مصدر حذف کن ür türküdür آور da bəlkə ola bilər əlbəttə آور به جایش لفظ دی gətir getdi vurdi مثل vurdi یعنی زد یک شخص غایب مطلقا یعنی وردی یعنی مثل وردی یعنی زد یک شخص غایب مطلقا وردی یعنی bir کسی که yanımızda yoktu vurdu باز cəm'ü təsniye این فعل را با لفظ لر deyir ki ləri qoysan bundan sonrasına olar təsniyəyə də iki nəfərə də deyərlər çoxa da deyərlər باز جمعی تصنیه این فعل را با لفظ لر نحو گولون وردیلر نحو گولون چیدی یا da نحو گولیچه وردیلر یعنی وردیلر یعنی زدندگان سابقا tamam buradan oxuduq farsca yazılıbdır amma şey üçün. Gedək ki, əvvəlinci kitabda qırağı oxuyaq. Görək qıraq nə deyir. Əvvəldə də çalışmaq, başmaq yara ayrıta iş odur ta tariyə vara. Geçən günə gün çatmaz. Geçən günə gün çatmaz. Çalasunun günü günə. Çalasunun günü günə çalası. Səy kərdən kəfşi pare mi kند. Orada onu deyir ki, yırtadı o da bəs. İndi oldu. Çalışmaq, başmaq, yırırta ya da ırırta. Səy kərdən kəfş pare mi kند. iş odur tariyə vara. کاران است با خدا باشد معنası değil با خدا باشد yox Allaha gedə Allaha tərəf ola گذشته روز نمیرسد گذشته روز نمیرسد اگر وصل کند روز را به روز çala sonun günü günə Tamam, burada farsı eləmişdi bunu. İndi gedək burada aşağıda ikinci haşiyəyə görək ki, yazıb Sirac. Ki zikri misalهای türki در این کتاب از هم مقاصد است. از هم یعنی اهمده. از همین مقاصد است که معرفت کلمات لغویه و عبارات اصطلاحی ایشان بوده باشد. زیرا که در اکثر اوقات ضرب و امثال در غیر معنی لغوی است بلکه اهل اصطلاح
با بادنی مناسبتی بین المعنیین اجراء مثال می نمایند و لذا مثال واحد در موارد متعدده استعمال می شود. کما فی العربیه فی السیفی زیعت اللبن، چه مورد او جایی است که مورد او جایی است که معرض از مصاحب پس از ایراز مقبل شود و به اعتذار زبان گشاید و صاحب دیگر از او نپذیرد و این مثال در فلان devamını جدا من dedim burada bir şey kitaba göre yazar ama بوم که روزی چند نفر از کسبه شهید ثالث رحمت الله کیفیت لسان اهل جنت را سؤال کردند و گفتند که بعضی میگویند ترکی است. جالبه. بودم که روزی چند نفر کسبه از شهید ثالث رحمت الله کیفیت لسان اهل جهنم را سوال کردند. جالبه. O molla da bunu okuyup daha burada کردند و گفتند که بعضی میگویند ترکی است و برخی مرکب از عربی و ترکی و فارسی میدانند و گروهی بر آنند که 7 زبان است از زبان اهل دنیا. فرمود الان در موعظه میگویم همه بشنوند. گدip de جرف ندیر بود. از زبان اهل دنیا فرمودند الان در موعظه میگویم همه بشنوند. بعد فرمود زبان اهل جهنم در دنیا نیست از آنجایی که روزی جناب امیر صلوات الله علیه برای امری از امور مهمه به قبرستان تشریف بردند. بعد از 2 رکعت نماز از خدای تعالی مسئلت کرده مرده را زنده کرد. Bax, Həzrəti Əlidən möcüzə istir görsədə. Yəni belə bir şey yoxdur, amma özlərindən nağılı deyir. Dedim, molla çörək qazanmaq üçün hər şeyi halal eləyə bilir. Kitabı biraz fırladıram ki, oranı oxuya biləm. Tamam. جناب امیر صلوات الله علیه برای امری از امور مهمه به قبرستان. امری از امور mehümmə nə neymiş qəbristanda? Qəbristanda nə mənə mühümmə əmri varmış ki, umur mühümmə özü də. به قبرستان تشریف بردند. بعد از 2 رکعت نماز از خدای تعالی مسئلت کرده. Allahdan istəyibdi. Həzrəti Ali, peyğəmbər bu işi görməyibdi. Həzrəti Ali görübdü. Gedib qəbristana مرده را زنده گردانید و هنگامی که قبرش کافته شد اصحاب دیدن که پیرمردی رین رین nə deməkdir bilmirəm. Özü yekə yazıbdır. Yəni şalani guyan, şalani Yahudi dilidir. Şalani guyan بیرون آمد. O da şalam demirlər, şalam deyirlər. Salam kimi, eyni Yahudilər. Əlbəttə Yahudi dini ki bu günləri İsraildə danışır, o Yahudi dili deyil. O Birinci Dünya Savaşı'ndan sonra yaradılan məsnui dildi. Şalani guyan بیرون آمد. یعنی لبیک ای سید من حضرت حضرت رو به اصحاب فرمود از لشانش چنین نمود که اهل جهنم است. Hardan bildi? Dilindən bildi. Allah onu yerdən ayırıb ona göstərmir, odundan çıxartmır, dilindən məlumdur. Yəni yalanın yekəliğin. و آنان که میگویند مرکب از 3 زبان است نقل میکند وقتی در حضور حضرت رسالت پناه حسنین انگور تناول میفرمودند. Orada yani üzüm var imiş da Hazret zamanında. Şəxsi az sahabe arz کرد kül üzüm dota Kül üzüm dota. Üzümü 2 dənə. Ya diqqət edin. İstir türkünü apardı. Hazreti Hasan, Hazreti Hüseynin yanında bir nəfər gedib orada ye. Kül, yəni kol, ye. Üzüm dota 2 dənə ye. Hazret فرمودند بچه های ما را زبان اهل جهنم یاد
Mədə. Çırtı pırtdır da, yəni tamamən götürüblər burada davamı vardı. Zəf in hədis özü deyir ki, bu hədis yalandır. Zəifdir, yəni qəbul olunmur. Zəf in hədis آنی مزاحد چند واضح می شود اگر اندکی تعمق فرمایند. O hədisi indi bu adam, bu yazan, kitabı yazan oturub deyir bu hədis yalandır. Onu nə cür deyir? Təfsir ta xasm kubi və vücuh səlası اولها ظاهر بل اظهر من الشمس که در محاورات اتراک نوعی مهابت و صلابت می باشد. Cəlibdir. Burada bir əcib söz deyir. Deyir ki, ta xasm kubi, təfsir, ta xasm kubi, aha, üstə bir söz yazıbdır, onu təfsir edir. Qoy bunu çevirim, o görüm nə yazıbdır. Ula sözünə baxmayan, üli sözünə baxmayan, üliyə qalır. Dəvə yuqi yeyər, uzağı gəzilir, gözlər. حرف دانا را کسی نگاه نکند زوزه کنان میماند شتر نزدیک را میخورد و دور را میسپاید. Burada gözlər, yəni indi bunu deyir təfsir. Bunu təfsir eləyib, deyib. Təfsir ta xasm kubi و دل وجود ثلاثه اولها ظاهر بل اظهر من الشمس که در محاورات اطراش نوعی مهابت و صلابت می باشد که qoy bunu bir də çevirim eləyə bilim düz oxuyayım səfə صلابت می باشد که آنسته متفرقه او را ندارند و لازمه این لسان شجاعت و دلیری افتاده بالجمله آلیام در غازیان احتمالاً غالیان در جنگ و جدل به اقطاع طریق و غیره حتی غیر اتراک هر کسی که چند کلمه از الفاظ ترکی یاد داشته باشد به کار میبرد و تأثیر علاوه از şəmşir میبخشد. Cəlibdir deyir, türk dili şəmşirdən də deyir ki, kəsərlidir və hətta deyir oğrular da savaşda və oğrular da deyir yol kəsənlər də deyir heç olmasa bir iki kəlmə türkü danışarlar ki o səlabətlidir deyir. Səlabətli dil olduğu üçün bununla danışarlar ki o kəsicisi qılınca izafə olsun. Bir də bunu oxusam beləsi deyir ki ta xasm kubi و له وجوهی ثلاثه اولها ظاهر بل اظهر من الشمس که در محاورات اطراک danışıqlarda نوعی مهابت و صلابت می باشد. Bu türklərin danışıqlarında bir cüdə məhabət yəni qorxu, səlabət yəni möhkəmlik. Deyir bunların danışıqlarında bir möhkəmlik və bir qorxu yaradıcılıq var ki آنسته متفرقه را السنه متفرقه را ندارند ki ayrı dillər bunda yoxdur. Bu şey ki bu iki dana ki dedi səlabət və məhabət türk dilində var. Deyir ki bu o birisi dillərdə السنه متفرقه او را ندارند و لازمه این لسان şücaət və deliri افتاده. Bu türkü dilinin laziməsi şücaət və delirlikdir. Dəliri dəlilikdir da, dəli sözündən gəlir. Bizim də bilirsiniz, məsələn bir ki Koroğlunun dəliləri. Yəni dəlir sözü buradan gəlir. Yəni savaşa girəndə mənim başım gedər ölərəm bunu düşünmür. Düşməni öldürərəm düşünmür. Dəli buna deyirlər. Bu anlamda. Bil cümlə qaliba در جنگ غالبا deyir əksərən. Qaliba əksərən. در جنگ və cədəl. Savaşda. Məsələn, türklər bir-biri ilə hətta savaşsalar, در جنگ با düşmənan və cədəl bir-birlərinə ya به اقطاع طریق یا قطاع طریق ya da ki
yol kəsənlər və qeyri və o birislər, hətta qeyri ətrat, hətta onlar ki, türk deyirlər, hər kəsi ki چند کلمه از الفاظ ترکی یاد داشته باشد به کار میبرد. هر کس ki davada, savaşda, yolda, orada, burada bir neçə türkü kəlmə bilsə, deyir onu işlədərlər o savaşda. Niyə? Mibərid və təsir əlavə az şəmşir mibəxşəd. Ki türk dilinin bu işlətmək deyir ki şəmşirdən, qılıcdan güclüdür. Onun gücünü çoxaldar. Yenə bir də və təsiri əlavə az şəmşir mibəxşəd. Qılıncın yanında başqa bir təsir də qoyar. Əlavə yəni artıq. Artıq bir təsvir də qoyar. Çunançə didə və şənidə şudə, amma təvil Çunançə didə və şənidə şudə. Deyir ki, görünübdür, təcrübə olunub. Yəni didə və şənidə şudə, yəni həm eşitmişik, həm görmüşük. Yəni təcrübə olubdur bu türk dili. Amma təvili dövüm, 3 dənə təvil demişdi. İndi ikincisi. Amma təvil doyum در مباحثه و مجادله علمیه با مقتضای مقام شرط ولا تجادلوا الا باللتی هی احسن. Deyir ki, elmi məsələdə amma der təvil ikinci türk dilinin əhəmiyyətini danışır burada. Mən indiyəcən bunları eşitməmişdim. Bu birinci dəfədir. Amma təvil doyum در مباحثه و مجادله علمیه elmi danışıqlarda, münazirələrdə, müqavilələrdə be müqtezai məqam şərt. Deyir ki, amma şərtə baxacaqsan, yəni şəraitə baxacaqsan, məqama baxacaqsan, kiminlə mübarizə danışırsan. Və la təcadulu, ikinci deyibdi nə mənə? Və la təcadulu illa billəti hiyə əhsən. Deyir, mücadilə eləməyin illa o adamla ki, yaxşı dilinlə danışır. Deyir, ona diqqət eləyəcəksən ki, bu nə dildə danışır. احسن مرغوب و مطالبی که در این کتاب احسن مرغوب، احسن یعنی مرغوب söz و مطالبی که در این کتاب مندرج است از جهت استکات خصم، اسکات خصم، اسکات سقوط. مطالبی که در این کتاب مندرج است o kitap yazıları ki bu kitabda yazılıbdı az cəhət iskat xasm düşməni yıxmaqda, o adam ki ondan bəhs edirsən, ona düşməndir, xəsm deyək, müxalifi yıxmaqda isqat suqut eləmək, yerə salmaq, ayaq altına salmaq. Ziyad mətlub və vətsi deyir, çox mətlubdur. Yəni türk dili çox mətlubdur ki, biləsiz o bəhslərdə sizin qarşınızda duran adamı yıxmaq üçün türk dili ilə danışmaq yaxçıdır, yıxar. Türk dili güclüdür, yıxar. Çünki deyir, bunun içində bir səlabət və məhabət var. Onu da dedi. O birinci sərşidi, ikincisi budur ki, deyir, bu elmi bəhslərdə də çox güclüdür. Düşməni yıxar, hətmən. Vəci seyyum, üçüncüsü, əzəmi xəsəma nəfs əst. Deyir ki, ən mühümmi də budur ki, əzəmi xəsma, düşmənlərin, xəsmlərin, qarşıda duranların ən mühümmi insanın nəfsidir. Xəsm tamam. Be məfad-i kərimeyi hansını deyibdir? Bunun insanın öz nəfsi, öz içi, öz düşüncəsi ən böyük düşməndir. Düşmənlərin ən böyüdür. Deyir, onu ayə-i kərimədən çıxadır. İn ənnən nəfsə ləəmmərətin bis-su. İnsanın ürəyi, içi, beyni, düşüncəsi daimən pisliğa görsədər, əmr elər. Əmmarətun, yəni çox əmr eləyəndir. Və çunançə Həzrəti Xətmi Mərtəbəd cəhad nəfs və cəhad əkbər fərmud. Pəs üç dildədir, türk dilinin 3 dənə mühüm işləyi var. Bir, hər yerdəki savaş vardı, türk dili deyir, orada çox təsir buraxır, şəmşiri gücün çoxalır. İkinci, məbahis elmidə düşmənə qalib gətirər. Üçüncüsü, türk dili insanı öz nəfsinə qalib gətirər. Allah Allah, bilmirdim. İndi Tasaşdan bir ayrı bir şey yazıbdı, onu da bir görək ki, nə yazıbdı? Təfsir yerə. Əl-qol. Burada bir qoldur, təfsir-ül-qol.
حرکت افلاک الحرکت علی ما قیل کما اول اما هو بالقوة او خروج ما في قوة في الفعل تدریجا و تقع في 4 من المقولات العشر البذء والعلاین والکینف یا والکنیف والکلم کما فی الرحی والمشی والسخوطه الماء والسمن والافلاک جمع فلک بالتحریک واحد الافلاک واحد افlak nücum və hiyə əcsamun lətifətin. Burası ərəbcə bir ayrı bir şey yazıbdır ki, 10 dana bir şeylər haqqında tozih verir. Bundan da işimiz yoxdur. Gedək ikinci səhifənin haşiyəsində bir şeylər yazmışdı. Görək ki, onu tapa bilirik nə yazıbdı. Kitabın 4 yerə bölüb kitabı. Üstdə yekə xəttinə şeir kimi türkcə bir şeylər yazıbdı. Altda qırmızı xəttinə onun farsçasını yazıbdı. Onun altında belə bir əsli yazının dövrəsində belə bir şey açıbdı. Orada da bəzi təfsirlər yazır. Qoşu 2 anki istədün özün bir anki aləsən. Həmsayə qonşu 2 anli istədün həmsayə ətra du kavi bexah. Qonşu 2 engli istedün özün bir anli istesen همسایه ات را 2 گاوی بخواه تا خودت یک گاوی باشی. Qonşu 2 enli ne demek? Enli, inəkli. Aha. Qonşu 2 inəkli istədin, özün bir inəkli olasan. Gözəl sözdür. Deyir ki, qonşuma 2 dana istə ki, özünə bir dana qismət olsun. Qonağı istəməz. Bu da bir ayrısı. 2 dana zərbil məsəl. Üyetçisi hər kişi qonşunun pisidir. Nə mənə demək? Xanə sahib hər dura. Aha. Qonağı istəməz. Ev yiyəsi hər ikisi ni olacaq ehtimalən. Qonağı istəməz, ev sahibi ikisi. Qonşunun pisdir qaç. Qonşun pisdir qaç. Həmsayə ətbədə است bugriz. Qurtul cəlibdir. Kitabın başında da zərbil məsələləri yazmışmış. Qonşun pisdir qaç. Qurtul. Qarnın şişib çox üzrsəm sıç qurtul. Od hər yerə düşsə özünə yer açar. Baxaq görək düz oxumuşuq yox. Qonşun pisdir qaç qurtul. Həmsayə bədə است bugriz xilas şo. Qarnın şişib sıç qurtul. Şikəmət vərəm کرده برین خلاص شو. Od hər yerə düşsə, ateş hər ca ki افتد özünə yer açar. Be خودش جا وا میکند. Bu da bunu. Amma burada bir dana yenə bir şərh yazıbdı. Onu oxuyaq. Və zahirətun. O birisi səfənin davamıdır. Zahirətun vəl iktisaru əla ya'luc mən minhu fəl mə'na hasrahu. Tamam. Bu ərəbcədir. Mənim də ona zorum çatmaz. Kitab çox gözəl yazılıb. Çünki zərbil məsəllə filanla doludur. Qardaşlar su açdılar və aslaylar anandiler. Başlapadım. Beraderan cəng kərdən. Qardaşlar savaşdılar. Vassaylar süfəhalar. Vassaylar süfəha. Cəlibdir. Bu birinci dəfədə eşidirəm belə bir kəlmə. Vassaylar inandilər. Süfəha baver şey. Qardaşlar savaşdılar. Əhmaqlar süfəha. Vassaylar.
Vassay. Vassaylar inandılar. Əznən ərnən zı qoyubdur. Ərnən arvad savaşı yaykinin ağışı. Ne mənə? Şوهر با زن جنگشان تابستان را barışış. Yani yaxçıdır. Ərnən arvad savaşı yaykinin yağışı, ağışı. Yaykinin ağışı, yağışı. İt itinen su savaşında bir ayağın dalda tutar. Sək ba sək der vaxtı cəng یک پایش را عقب کشد. İt itinen savaşında bir ayağın dalda tutar. Tamam, çox gözəl. Yəni qaçmağa da şey ölər, bir yer qoyar. Burada da bir şey yazmanı oxuyaq və bu günü qutaraq. Deyir ki, مصدر türki را علامت آن است که آخرش ماق باشد ولیکن به شرط آنکه نبوده باشد علم. چون غazmaq علم نباشد علم yəni ism. Məsələn mənim adım Ələmdir. Məsələn deyək ki, kompüter Ələmdir, telefon Ələmdir, eynək Ələmdir. Yəni bir dənə addır. O ad olsa yox. Qazmaq, başmaq və oymaq, barmaq, uymaq, barmaq və çomaq, qaymaq, qıymaq ki به مق نزدیک و کفشو به معنی نزدیک qazmaq نزدیک olmaz ki به معنی نزدیک کفش başmaq qazmaq kəndən mənisindədir nəzdik kəfş başmaq ənguştan oymaq qazmaq mənasındadır şeydir bu da oymaq əl ilə şeylə qazmaqdır yeridir qazmaqdır oymaq ənguştanə və ənguşt çomaq çub و sərkündə və qaymaq sərşir qıymaq nə mənaydı و تنجی که از برای زن تازه زاییده درست میکنند. قویماقı da yazıbdı ki تنجی تبخی که برای زن تازه زاییده درست میکنند. Tamam. Bu günləri 3 kitabı oxuduq. Bu Təcridul Lüğatın gedək axirində görək bir tarix tapa bildik. Əlbəttə bu bir tarix dedi özü. Da bunu heç şey eləməyə gəlməz. Yəni gedib axirini oxumağa gəlməz, amma axirində də bir baxaq görək ki, axirində bunun bir modeli nə cürdür. Axirində bunu demişdim ki, modeli budur. Axirində belə bir şeylər yazıbdı, cədvəl. 1285-i özü burada yazdı. Calibdir, burada yazmış 1268-də başlamışam yazmağa. Qəd təmmət hazən nusxətə şərifətü Türkiyə əz-zəkiyyə, üzrəm. Qəd təmmət hazən nusxətə şərifətü zəkiyyətü Türkiyə mütəzəmminətən ələl nəsihəti vəl-muizə والتعذيب والإرفان والمجاز والحقيقة والحكمة والطب والسلوك في أوضح الطريقة النبوية والأئمة الاثنا عشرية في عشر الثالث 13 من شهر Zilqədə ayının 13-də Əl-Həram səni 1285. Bura yazmışdı, burada dedi ki 1285'də yazı bitmiş. Tamam. Yəni bu kitabın yazmağı 64-də başlayıb 85-də qutarsa 20 il çəkib bu kitabı yazmaq. Cəlibdir. Bu kitabın ona görə əvvəldə tarix qoyubdu ki, bəlli olsun bu kitaba hava qutaracaq. 20 il keçibdi. Amma burada yazıbdı ki, qəd təmmət hazəhin nusxətə şərifətü zəkiyyə ət-Türkiyyə mütəzəmminətən əla nəsihət, muizə, ədəb,
irfan, məcaz, həqiqət, hikmət, fəlsəfə, tibb, suluk, irfanın yolu, fi avzəhit təriqə, ən açıq yolundan, hangi yollar? Ən-nəbəviyyə, əl-əmmiyyə, əl-isna əşəriyyə. Tamam. Bunu da burada tarixi oxuduq, amma buradan sonra yenə bir şeylər yazıb. Yəni orada qutarandan sonra davam edir, şey eləmir, yəni qutarmır. Yazıb ki, urmaq, zədən. Biz indi vurmaq deyirik. O zaman bunu indi calibdir. Mən bunun tarixin burada çıxadaq, görək ki, bu kitab ha zaman yazılıbdır. O başlanıb yazılmağa və ha zaman qutarıbdır. Qutarmağısını qoyaq buna hesab deyək ki, indi burada 1447-ci il deyirik. Bundan çıxsaq 1285-i, 1285-i çıxsaq 162 il öncə 162 il öncə yazı bitmiş. Tamam. Yazı 126 il öncə. 126 il öncə kimin dövrəsidir? Bunu soruşuq ki 126 il öncə hangi şah Qəzvində ya da bugün İran adlanan yerdə hökumət edirmiş deyə sorduq. Görək ki, 126 il öncə hangisi? Əlbəttə kaş yazıydıq ki, bunu elə islah edeyim burada, o cavab verməmiş islah edeyim ki, 126 il öncə, yəni 1285-də 1285-də tamam. Tazaşdan bunu soruşaq. Sənə söz ediğin, yəni sən söz etdiğin 126 il öncə 1285 miladi yox, Təmizləyək bunu, tazaşdan yazmalıyıq. Yazaq ki, Hicri Qəməridə tamam, o şey eləsin. Sənə baş üstə, sənə qeyirmiş tarix. Calibdir. 126 Hicri Qəməri. Siniz 126 Hicri Qəməri təqribən 700 öncə yazmışam bunu, il öncə. Aydın deyil. Yox, bu bilmədi. Tamam, bunu tazaşdan yazaq. Bu 126 ili götürək. Daha yavaş-yavaş yorulur ha burada. Tamam. 1285 Hicri Qəməri, yəni 1868 miladi bu ildə İran adlanan yerdə hangi şah hökumət edişdiyini açıqlayıram. Calibdir. Taza ferlər düzəldir. Calibdir. Sevdim. Tarixi pəs zəminə 1268 Hicri Qəməridə 19-cu qarn miladi Qacariyyə dövrəsi. İranda Qacar səltənəti hökm edir. İlk xəliflər Nasiruddin Şah Qacar, şah və hökumət. Şah Nasiruddin Şah Qacar dövrə hökuməti 1246-1313. Tamam. 46-dan dəqiqən bu adam bu kitabı başlanmağı və yazmağı Nasiruddin Şah dövrü. Qacarlı Nasiruddin Şah sağı. Mərkəz hökumət Tehran, bircə İran adlanan yer tamam İran klasik. Xorasan, Fars, Azərbaycan, Mazəndaran, Gilan. Görürsünüz, yəni İran klasik bunlardan ibarətdir. İran dedikləri yer öncədən İran deyildi. Adı nə idi? Xorasan, Fars, Azərbaycan, Mazəndaran, Gilan və səltənət təxti Nasiruddin Şah. در این دوران مذاکرات با قدرت‌های اروپایی، بریتانیا، روسیه آغاز شد و نفوذ سیاسی خارجی زیاد شد.
orada da biz onu istəməmişik. Bunları bizə şey yazdı. Bir izafi məlumat olaraq dedi. Hər halda kitab çox gözəl bir kitab, çox gözəl yazılıb. Bundan bir neçə dənə bu son bölümündən oxuyaq. Dedim, İranda kitabları normalda PDF eləyəndə, əks salanda ki, PDF eləyələr, ya dürbünü təmizləmirlər, ya da zoom eləmirlər. Ona görə elə bir duman səpilibdir kitabın üzünə. Bulutun dalısından oxuruq. Urmaq, zədən. Usırmaq, osurmaqdır. Ehtimalən yazıb usurmaq, quzidən. İnəmaq, buidən. İnəmaq. İşəmaq, şaşidən. İçmaq, puşidən, nuşidən gəlir ola. Ehtimalən puşidən burada yazmışmışlar, götürüblər, nöqtəsini də qoymayıblar. Öpmaq, busidən. Burada da yazıb pusidən. Yəni istemaq, xaustən. Anlamaq, əgilmaq olacaqdır. Əgilmaq, xəmşödən. Əgilənmaq, əylənmaq. Əgilənmaq. Əylənmək də bundan gəlir. Heç mən eşitməmişəm. Nişəstən. Biz deyirik əyləş. Əyləndirmək də budur. Yəni oturmuşuq, bizi rahatlat. Əylən, əylənmək, əklənmək yazıbdır. Nişəstən. Əylənmək. Əyləşmək. Əyləş, əyləşmək. İndi biraz yumuşalıb o əyləş, əyləşmək. Əyləşmək, nişəstən. Oturmaq, yenə də nişəstən. İməkləmək, iməkləmək olacaq. Zanu rəftən. Uşağın iməkləməyinə zanu rəftən. Biz buna iməkləmək demirik. İməkləmək məmulən dördələyək yerdə sürünməkdir. Amma diz üstə getmək, dizi yeriməkdir. Əgər mən iştibah eləməsəm. Uzatmaq, dirazkərdən. Əğnəmək, ağnamaq. Qəltidən. Ölmək, ölmək, mordən. Olmaq, şüdən. Almaq, girifdən. Anmaq, ənmaq, inmaq. İnmaq, ənmaq, paynamədən. İndirmək, payını avərdən. Açmaq, vakərdən. Oxumaq, xandən. Ağlamaq, geryəkərdən. Oturmaq, örtmək olacaq. Örtmək, puşidən. Ötdürmək, puşanidən. Oyandırmaq, bidarkərdən. Oyanmaq, bidar şudən. Ayılmaq, behuş amədən. Özünə gəlmək, behuş amədən. İldirmək, behuş avərdən. Ayıldırmaq ya da ildırmaq, behuş avərdən. Abarmaq, aparmaq olacaqdır. Bordən. Azmaq, əzmaq, xordkərdən. Azmaq, qomşudən. Uzmaq, üzmaq, şinakərdən. Uzanmaq, diraz şudən. Eşitmək, şenidən. Eşitdirmək, şinəvəndən. İnanmaq, baverkərdən. Andırmaq, bavergərdanidən. Əsmaq, vəzidən. Əsmaq, əsmək. Əsmaq yazıbdır. Əsmaq, vəzidən. Əsdirmaq, bunu yazmayıbdır, mən dedim. Asmaq, satının yazıb bunu. Avixdən. Isıtmaq, ısıtmaq, gərmkərdən. Udmaq, bəlidən. Məmulən bəlidəndir, amma biz məsələn müsabiqədə zədə udduq deyərik. Yəni apardıq da deyərik əlbəttə. Uğurlamaq, yox. Uğurlamaq,
oğurlamaq, bəli, oğurlamaq, dozdidən, aldatmaq, bazidadən, fəriddadəndir əlbəttə, aldatmaq. Mən özüm dünəncə yazdım, allat, la ilə yazırıq indi, çox d demirik. Amma Azərbaycanda, Türkiyədə d işlədirlər, aldatmaq deyirlər, biz allatmaq deyirik. Utanmaq, həya kərdən, ağazmaq, mən bunu birinci dəfə, ağartmaq, sifid eləmək, ağazmaq, ərlidişmaq, pişofdadən, ərlidişmaq, əlbəttə, o zaman ki, işmaq gələ, yəni iki dənə güc bir-birinin qarşındadır. İç tərəflidir hər şey. Nə mən idi? Ərlidmaq, ərlidişmaq, yazıb pişofdadən, bir-birindən müsabiqə verirlər, qabağa geçmək orada, amma mən bunu birinci dəfə işitirəm. İrəlidəşmaq, irəli getmək, irəlidəşmaq olacaq. O zehnimə gəldi, türkcə belə ola bilər. İrəliləşmək hətta. Amma burada irəlidəşmaq yazıb burada, irəlidəşmaq. Oxmaq lafizədən. Əritmaq olacaqdır bu da, əritmaq, gödaxtən. Axıdmaq, cari kərdən. Əritmaq, orada əritmaq, burada arıtmaq olacaqdır. Arıtmaq, təmizkərdən. Unutmaq, fəramuşkərdən. Olmaq, şikar kərdən. Avmaqdır bu da, avmaq, ovmaq biz deyirik. İndi ov, av. Avmaq, yəni av eləmək. Ahu sözündən bəlkədir, av biz deyirik. Bəlkə oradan gələ, bəlkə av, avıtmaq, nə mənədir? Avmaq, yəni şikarkərdən. Ayırmaq, səvarkərdən. Olmaz, səvarkərdən sonra irmaq. İrmaq da sudur. Minmaqdır, bu nə deməkdir? Olar səvarkərdən. İrmaq yazıb burada, onu hər halda yazıb səvarkərdən. İşləmək, karkərdən. İslamaq, tərkərdən. İslanmaq tərkərdəndir. İslatmaq tərkərdəndir. İslamaq tərkərdən deyil, öz-özünə islanan bir şeyə islamaq. İslatmaq, tərşüdən. Tərsə yazıb məncə. Bir şeyi biz islatırıq, bir də var ki, bir şey öz-özünə islanır. Nəm kəsir, məsələn. Oyunmaq, bazikərdən, oynamaq olacaqdır. Əlbəttə yazıb oyunmaq. Oyunmaq, yaddadən. Oyutmaq olacaqdır. Oyutmaq bəlkə. Oyutmaq, bəlkə beləsi olacaqdır. Oyutmaq, yaddadən. Unamaq ya anamaq, anlamaq mənə biz işlədirik indi, anlamaq. Burada yazıb ki, anamaq, fəhmidən. Eləmək, əncamdadən. Elmaq, yazıb poxtən, amma mən bunu eşitməmişəm. Elmaq, almaq, hər nə desək, olmaq, poxtən anlamına birinci dəfə görürəm ki, almaq yazıbdır. İncitmaq, rəncanidən. Tamam. Burada da lüğətləri beləsi çox gözəl. Hər lüğəti öz mənisi ilə bir cədvəlin bir otağında yazıbdır və üstdə böyük xəttinə türkcəsin, altında eyni həman rənginə kiçik xəttinə farsçasını yazıbdır. Diqqət eləsəz, mən buradan bir şey görürəm. Türk feilində kəlmələr, məstərlər bir kəlmədir. Məsələn, ısıtmaq. Farsıda iki kəlmədir. Gərm, kərdən.
Məsələn, anlamaq, anlatmaq. Məsələn, burada əgilənmək, əgilmək məsələn, əgilmaq. Əgilmaq, xəm şudən. Əgilətmaq, əylənmək, əgilətmaq, oturdurmaq. Birinə deyirsən, onu məcbur edirsən, otursun. Məsələn, bir kəlmədir. Amma əksərən farsıda iki kəlmədir. Məsələn, bizdə indirmaq ya andırmaq, məsələn, orada deyir ki, payını avərdən. Bunu mən burada görürəm ki, əksərən türk dilində bir kəlmədir, fars dilində iki kəlmə ilə onu yapışdırırlar bir-birinə ta bir dənə məni ki bizdə vardır. Bu bunu göstərir, o dil şeydir da, ayrı dillərdən yaranmış bir sözdür. Ona görə o anlamı ki orada vardı, iki sözlə bir-birinə yapışdırırlar ki o dil düzəlsin. Bu dil düzəlmə dildir, məsnui dildir. Hər halda bu bölümü də çox gözəl sevdim, amma bu da çox səhifədir. Görüm neçə səhifədir burası. Əgər az olsaydı oxuyardım, amma çoxdur. Bu 2. Yox, bunu biraz kiçiltməliyəm, istəyəm görəm. Tamam. Bu 1, 2, 3, 4, 5. 8 səhifədir. 2, 4, 6, 8. 8 səhifə bu cədvəllərdə yazıbdır. Aha, hər cədvəl, hər səfədə cədvəl neçə dənədir? 5, 3, 7, 2, 4, 6, 7, bəli. 45, hər səfədə 45 dənə məsdər yazıbdır. 45 zərb dərəyi neçə dənə oldu? 8 oldu. Bu 2, 4, 6, 8. 45 8-ə vursaq, bunu maşın hesab 45-i çarpsaq 8-ə 360 dənə məsdər yazıbdır. Burada çox gözəl 360 məsdər. Kitabın son 8 səhifəsində 360 türkcə məsdəri yazmış. Tamam. Allah'a min mərtəbə şükür olsun. Bu günləri 3 dənə lüğət sözü ilə tanış olduq. Lüğətdə mən əlim yoxdur, oxumaram, oxuya bilmirəm, yoruluram. Çünki türkcəmdə savadım çox aşağıdır. Amma bu son kitab ki Nasirəddin Şah dövründə Qəzvində deyir Gilanlıların istədiyi əsasına yazıbdır. Çox da gözəl bir, çox buna zəhmət çəkilib, %100 buna çox zəhmət çəkilib bunu yazmaqda və də çox da baha kitab imiş. Amma bundan belə də ki, səfəsinin sayı 150 səfədən azdır. Amma çox cəlib türkcəni farslara öyrətmək üçün çox cəlib sözlər dedi. O cümlədən dedi, 3 dəlil lazımdır ki, türkünü öyrəşəsən. 1. Savaşda və hər cürə o deyəxtar bəhs-ü cədəldə savaşda deyir ki, çox səlabətli və çox məhabətli, qorxuducu dildir. Elmi bəhslərdə deyir ki, kəsici dildir və düşmənə qələbə elər və ən mühümü budur ki, türkcə dil içəridəki insanın özünün özünə qələbə eləməsinə çox güclü şey verər. Sonra da bir şey də mən gördüm, anladım. O da budur ki, axirində bu 8 səfədə 360 dənə məsdəri yazıb, türk məsdərini yazıbdır. Orada gördüm ki, fars dili bir məsdəri türkcə dili deməkdə zəifdir. 2 kəlməni qoyur, bir-birində dinlər ki, bir dənə anlamı yetirsin. Bu da bunu göstərir ki, bu dil həm zəifdir, həm sonradan məsnui olaraq, sünni olaraq yaranmış bir dildir. Allaha şükür edirəm bu günləri bu 3 kitabı gördüm. Türkcə ikinci kitab, ən son kitab ki oxuduq bu 162 il öncə qutarılıbdır, amma 180 il öncə başlanıb yazılmağa. 2 dənə ayrı kitab ki burada var idi. Biri adı Həqiqətü Səəda idi ki, üzr istəyirəm, Həqiqətü Səəda deyildi.
Müqəddəmətül Ədəb Zəməxşəridən idi ki, Zəməxşəri bizə bəhanə oldu biraz İslamda olan fəlsəfi, fiqhi şeylərə baxaq. Çox gözəl, mən onu çox sevdim özüm. Bu kitab 942 il öncə yazılmış olar bu kitab. İkinci kitab ki oxuduq, adı Sözlük idi, əl yazma idi. 3 dənə kitabdan mürəkkəb bir kitab idi. Və 3 dənə kitabın hərəsinin ayrı-ayrı yazma tarixi var idi ki, biri 324 il öncə yazılıbdı, biri 569 il öncə yazılıbdı. Mən o birisinin üçüncüsünə heç baxmamışam, tarixində yazmamışam. Yəni üstünə baxdım, amma təəssüflə tarixinə baxmamışam. Onun üçün də ona bir şey deyə bilmirəm. Üçüncü kitabı da ki, indi dedim, Nasirəddin Şah Həzrətlərinin, Şəhid Nasirəddin Şah Həzrətlərinin dövründə yazılmış bir kitabdır ki, 162 il bundan qabaq özü tarix qoyubdur ki, o tarixdə bu kitabı yazıbdır. Beləliklə biz bu günləri 3 dənə türk dilində, türk farsı lüğətnamələrlə tanış olduq. Allaha şükür və beləliklə o beyin mühəndisliyinə qarşı əski türkü dilində yazılmış kitabları oxumaqla, əl yazı kitabları oxumaqla düşmənlər yazdıqları və yaratdıqları fəza və atmosferdən uzaqlaşırıq, özümüzü tanırıq, milli dövlətçiliyimizi nə cür qruplar dedələrimiz nə cür saxlayıblar, onu bilirik. O gün ki dilimiz güclüymüş, fikrimiz güclüymüş, fəlsəfəmiz güclüymüş, hökumətmişik. O gün ki bunlardan uzaqlaşmışıq, çox getmişik şəriyyata, mollalara. Mollalar da məmulən pul əhlidirlər, işləməyən adamlar. Hər kəs pul versə onların mənafeyini təmin edirlər. Keçən 250 ildə mollalar bizi, keçən 500 ildə əslində desək, mollalar bizi şəriyyatla boğublar. Onun üçün biz türklər də buna görə hökumətlərimizi, torpaqlarımızı əldən vermişik təəssüflə. Və dalıya qalmışıq dünyanın hər şeyindən. O gün ki, hətta Osmanlı dövründə biz dünyanın ən güclü ölkələrindən idik. Bizi Osmanlını yıxmaq üçün dünya savaşı saldılar. Bunu bilməliyik. Yəni, o qədər güclüyük. Bu cür deyək ki, biz Osmanlı zamanında dünya gücü olmadığımız üçün bizi yıxdılar. Yox, biz dünya gücü olduğumuzu, elmidə, sənətdə, teknolojide, dünyada bu Məsihiyyət dünyası yığıldı və bizi yıxdı. Necə ki, məsələn, bu günlər ya Rusiyəni, ya Çini istirlər yıxalar. O cür. Yəni, bu günləri bunlar güclüdürlər, istirlər onu yıxalar, Rusiyəni yıxalar. Çünki o da bu deyə bilməz ki, Rusiyanın gücü yoxdur. Rusiya güclüdür, amma istirlər yıxalar. Bəlkə də müvəffəq olacaqlar. Çin çox güclənir, yıxmağına çalışırlar, amma yıxa bilməyəcəklər. Biz təəssüflə bir savaşda, nə Çin, Rusiya kimi savaşda, yox. Rusiyanı zəiflədirlər, bəlkə yıxmağa hazırlayırlar. Amma biz vaqəən dünya savaşı, birinci dünya savaşın bizi, Osmanlıları və Türkləri yer üzündən silmək üçün yola saldılar. Bizim torpaqlarımızı bölməkdən 45 məmləkət düzəltdilər, 46 məmləkət düzəltdilər. Əraqdır, İrandır, Suriyədir, Libidir, Əfqanistandır, Pakistandır. Bunlar ondan sonra gəl bu tərəfdən, hətta onları deməsək, ərəb məmləkətlərin hamısı, İmaratdır, Dübeydir, Ərəbistandır, Qətərdir, nə bilim, Sudandır, Sumadır. Bunlar hamısı bizim torpaqlarımızdan bizi savaşda yenərək və xainləri, necə İsrail bu günləri İran içində çox xaini vardı. Yəni, xain deməyək, İsrailə onlar xidmət edənlər. Onlar hər halda köməklik elədilər. Bizim də içimizdə o cür özlərini satmışlar var idilər. Türk dövləti yıxıldı. Hər halda sağ olun. İnşallah Allah ömür verirsə bir ayrı gün, bir ayrı kitabları tanımağa